Qoç 16 yanvar 2026 il tarixində Qoç bürcünün idarəçisi olan Marsın mövqeyi sizə həm daxili bir alov, həm də müəyyən bir təzyiq hissi verəcək. Günün ümumi enerjisi yenilənmə və strateji geri çəkilmə arasındakı o incə xətt üzərində qurulub. Səhər saatlarında ayın vəziyyəti emosional reaksiyalarınızı kəskinləşdirə bilər, sanki hər kəs sizin səbrinizi sınağa çəkilmiş kimi hiss edə bilərsiniz. Lakin bu, əslində kainatın sizə öz enerjinizi necə idarə etməyi öyrətmək üsuludur. Enerji səviyyəniz dalğalı olacaq, bir an özünüzü dünyanı fəth edəcək qədər güclü, digər an isə dərin bir sükuta ehtiyac duyan vəziyyətdə görəcəksiniz. Bugün impulsiv hərəkətlərdən qaçmaq sizin üçün həyatı əhəmiyyət kəsb edir. Günün ilk yarısı daha çox planlaşdırma və müşahidə ilə keçməlidir. Kosmik təsirlər göstərir ki, bugün qarşınıza çıxan maneələr əslində sizi daha böyük bir səhvdən qorumaq üçün oradadır. Daxili intuisiyanız çox güclü olacaq, ona görə də məntiqinizlə hissləriniz arasında bir balans yaratmağa çalışın. Bugün mən mərkəzli düşüncədən biraz uzaqlaşıb, ətrafdakı baş verənləri geniş bucaqdan görməyə çalışsanız, günün sonunda özünüzü qalib hiss edəcəksiniz. Hər bir çətinlik bugün sizin üçün bir pillə rolunu oynayır. Subay qoçlar üçün, bugün Veneranın təsiri sizin cazibənizi artırsa da, yeni tanışlıqlarda ehtiyatlı olmağınız tövsiyə olunur. Qarşınıza çıxan insan ilk baxışdan çox ideal görünə bilər, lakin 16 yanvar enerjisi bəzən illüziyalara yol açır. Əgər birindən xoşunuz gəlirsə, hisslərinizi dərhal büruzə vermək əvəzinə qarşı tərəfi müşahidə etməyə zaman ayırın. Keçmişdən gələn bir mesaj və ya zəng fikirlərinizi qarışdıra bilər. Unutmayın ki, keçmişin qapısını yenidən açmaq həmişə yaxşı nəticə vermir. Öz dəyərinizi dərk edərək hərəkət etmək sizə daha sağlam bir münasibətin qapılarını açacaq. Evli və ya münasibəti olan qoçlar üçün münasibətlərdə güc savaşına girməkdən qaçın. Bugün tərəfdaşınızla kiçik söz söhbətlər böyük mübahisələrə çevrilə bilər. Əsas məsələ haqlı olmaq deyil, xoşbəxt olmaqdır. Marsın təsiri sizi biraz diktator meyilli edə bilər, lakin kompromisə getmək bağlarınızı daha da möhkəmləndirəcək. Axşam saatlarında tərəfdaşınızla səmimi bir söhbət etmək, gələcək planlardan danışmaq aradakı soyuqluğu aradan qaldıracaq. Bir-birinizə dəstək olduğunuzu hiss etdirmək bugünün ən böyük ehtiyacıdır. Sevgi fədakarlıq və anlayış tələb edir, bugün bu imtahandan uğurla keçmək sizin əlinizdədir. Sosial sferada qoçlar üçün 16 yanvar olduqca maraqlı keçəcək. Dostlarınız arasında bir məsləhətçi rolunda çıxış edə bilərsiniz. İnsanlar sizin enerjinizə və qətiyyətinizə ehtiyac duyacaqlar. Lakin diqqətli olun, hər kəsin problemini öz çiyinlərinizə götürmək sizi günün sonunda tükənmiş hiss etdirə bilər. Dostluq münasibətlərində dürüstlük ön plandadır, lakin həqiqətləri deyərkən qarşı tərəfi incitməməyə çalışın. Sosial çevrənizdə yeni, nüfuzlu bir şəxslə tanışlıq ehtimalı var, bu insan gələcək hədəfləriniz üçün sizə yeni perspektivlər aça bilər. Köhnə bir dostunuzla gözlənilməz qarşılaşma və ya söhbət sizə unudulmuş bir xatirəni və ya ideyanı xatırlada bilər. Qrup fəaliyyətlərində liderlik keyfiyyətləriniz ön plana çıxacaq, lakin bu liderliyi digərlərini əzmədən, onları motivasiya edərək göstərməlisiniz. Səmimiyyət və empatiya bugün sosial həyatınızın açar sözləridir. Ətrafınızdakı insanların maskalarını görmək qabiliyyətiniz artacaq, bu da sizə kimə güvənib güvənməyəcəyiniz barədə dəqiq siqnallar verəcək. Özünüzü çox izdihamlı yerlərdə narahat hiss etsəniz, bir neçə yaxın dostla sakit bir mühitdə vaxt keçirmək daha faydalı olar. Karyera sahəsində qoçlar üçün bugün detalların günüdür. Adətən böyük mənzərəyə baxmağı sevən bir bürc olsanız da, 16 yanvarda xırda detalları qaçırmaq sizə baha başa gələ bilər. İş yerində rəhbərliklə və ya həmkarlarla ünsiyyətdə təmkinli olun. Fikirlərinizi müdafiə edərkən aqressiv deyil, arqumentləşdirilmiş şəkildə danışın. Saturnun təsiri iş yükünüzün artacağını göstərir, lakin bu həm də sizin peşəkarlığınızı sübut etmək üçün bir şansdır. Əgər yeni bir layihəyə başlamağı düşünürsünüzsə, bugün sənədləşmə və planlaşdırma üçün əladır, lakin rəsmi imzalar üçün bir neçə gün gözləmək daha məsləhətdir. Texnoloji problemlər və ya ünsiyyət qopuqluqları iş prosesini ləngidə bilər, buna görə də vacib məlumatları 2 dəfə yoxlayın. Yaradıcı sahədə çalışan qoçlar üçün ilham pərləri iş başında olacaq, ağlınıza gələn qeyri-adi ideyaları mütləq qeyd edin. İş axtarışında olanlar üçün gözlənilməz bir təklif və ya köhnə iş yerindən bir xəbər gələ bilər. Peşəkar həyatda nüfuzunuzu qorumaq üçün bugün hər kəsdən bir addım öndə düşünməli və emosiyalarınızın işinizə təsir etməsinə icazə verməməlisiniz.
Səbirli olan qoğur qaçılmazdır. Maliyyə məsələlərində 16 yanvar sizdən qənaətcil və strateji olmağı tələb edir. Qoçlar üçün riskli investisiyalar bugün ciddi təhlükə yarada bilər. Ulduzlar xəbərdarlıq edir, sürətli qazanc vəd edən təkliflərdən uzaq durun. Büdcənizi yenidən nəzərdən keçirmək, gəlir və çıxarlarınızın balansını qurmaq üçün əla zamandır. Gözlənilməz bir xərc çıxa bilər, bu adətən ev və ya ailə ilə bağlı məsələlərdən qaynaqlana bilər. Lakin təşvişə düşməyə ehtiyac yoxdur, çünki bu xərci qarşılamaq üçün kifayət qədər resursunuz olacaq. Əgər kiməsə borc vermək və ya borc almaq fikriniz varsa, bugünü ötürməyiniz daha yaxşıdır. Alış-veriş edərkən impulsiv davranmayın, yalnız həqiqətən ehtiyacınız olan şeylərə yönəlin. Uzun müddətli maliyyə hədəflərinizi müəyyənləşdirmək üçün bugünün enerjisindən istifadə edin. Bir əmanət hesabı açmaq və ya gələcək investisiyalar üçün araşdırma aparmaq gələcəkdə sizə böyük fayda gətirəcək. Maddi durumunuzda stabillik qazanmaq üçün intizamlı olmalısınız. Göy üzü göstərir ki, zəhmətinizin bəhrəsini tezliklə görəcəksiniz, sadəcə bugün pulu necə idarə etdiyiniz sınağa çəkilir. Özünüzü mükafatlandırmaq istəsəniz, bunu büdcənizi sarsıtmayacaq kiçik bir jestlə edin, bugün sağlamlığınız birbaşa emosional vəziyyətinizlə bağlı olacaq. Qoç bürcü baş nahiyəsini idarə etdiyi üçün stres və gərginlik fonunda miqren və ya baş ağrıları yaşaya bilərsiniz. Gözlərinizi yormamağa və kifayət qədər su içməyə diqqət edin. Psixoloji olaraq özünüzü biraz sıxılmış hiss edə bilərsiniz, bu Marsın ağır təsirlərindən irəli gəlir. Daxili hüzuru tapmaq üçün meditasiya, nəfəs məşqləri və ya qısa bir yürüyüş sizə möcüzəvi təsir göstərəcək. Yatmazdan əvvəl rəqəmsal cihazlardan uzaq durmaq sinir sisteminizi sakitləşdirmək üçün vacibdir. Qidalanma rasionunuzda ağır və yağlı yeməklərdən qaçın, daha çox enerji verən lakin yüngül qidalara üstünlük verin. Psixoloji mənada özünüzə qarşı çox qəddar olmayın. Hər şeyi mükəmməl etmək məcburiyyətində deyilsiniz. Bugün özünüzü dinləmək günüdür. Əgər bədəniniz sizə dayan deyirsə, onu eşidin. Unutmayın ki, fiziki sağlamlıq ruhun aynasıdır. Daxili dünyanızda qaydada olmayan məsələləri həll etmədən tam enerjili ola bilməzsiniz. Özünüzə vaxt ayırın, sevdiyiniz bir hobbi ilə məşğul olun. Bugün daxili aləminizdə aparacağınız kiçik bir təmizlik, sabahki böyük uğurlarınızın təməli olacaq. Günün məsləhəti, 16 yanvar 2026-cı il tarixində ən böyük gücünüz sürətlə inkişaf etmirsə, bu o demək deyil ki, inkişaf yoxdur. Bəzən ən sürətli yol, dayanmalı olduğun yerdə dayanmağı bacarmaqdır. Heç kimə və heç nəyə sizi öz yolunuzdan çıxarmağa, əsəblərinizi pozmağa icazə verməyin. Sözlərinizi seçərək danışın, çünki bugün kəlmələriniz həm müalicə edə, həm də yaralaya bilər. Motivasiya, əsl güc hər şeyi dağıtmaqda deyil, ən fırtınalı anlarda belə daxili sakitliyi qorumaqdadır. Sən bir qoçsan, odun və enerjinin təmsilçisisən. Bu alovu başqalarını yandırmaq üçün deyil, öz yolunu aydınlatmaq üçün istifadə et. Bugün atdığın hər təmkinli addım, sabahki zəfərinin zəmanətidir. Unutma, kainat yalnız hazırlıqlı və dözümlü ruhlara ən böyük xəzinələrini bəxş edir. Buğa. Bugün Buğa bürcü nümayəndələri üçün maddi və mənəvi dəyərlərin auditi günüdür. Səhər saatlarından etibarən üzərinizdə müəyyən bir ağırlıq hiss edə bilərsiniz, lakin bu yorğunluqdan deyil, daha çox məsuliyyət hissinin artmasından qaynaqlanır. Göy üzündəki planetar düzülüş sizin daxili intizamınızı sınağa çəkir. 16 yanvar enerjisi sizə deyir ki, köhnəlmiş metodlarla yeni nəticələr əldə edə bilməzsiniz. Günün ortasında enerjiniz daha yaradıcı bir istiqamətə yönələcək. Sizi narahat edən qeyri-müəyyənliklər yavaş-yavaş şəffaflaşmağa başlayacaq. Bugün ətrafınızda baş verən hadisələrə qarşı bir qədər müşahidəçi mövqeyi tutmağınız faydalıdır. Hər mövzuya müdaxilə etmək enerjinizi vaxtından əvvəl tükədə bilər. Kosmik vibrasiyalar sizin estetik qavrayışınızı və rahatlıq ehtiyacınızı stimullaşdırır. Həyatınızdakı xaosu nizama salmaq üçün daxili bir təkan hiss edəcəksiniz. Bugün həm də evinizdə və ya iş mühitinizdə komfort zonanızı genişləndirmək üçün ideal fürsətlər yaranacaq. Stabillik sevginizlə yenilik arzunuz arasında yaranan balansı düzgün idarə etsəniz, günün sonunda böyük bir daxili məmnunluq yaşayacaqsınız. Hər şeyin öz axarında getməsinə icazə verin, çünki bugün kainat sizin üçün pərdə arxasında bəzi sürprizlər hazırlayır. Subay buğalar üçün, sizin üçün sevgi bugün ortaq maraqlar üzərində qurulacaq. Bir dost məclisində və ya intellektual bir mühitdə tanış olacağınız şəxs, sizin estetik zövqünüzə və həyat fəlsəfənizə tam uyğun gələ bilər.
Romantikadan daha çox qarşınızdakı insanın zəkası və hadisələrə yanaşması sizi cəlb edəcək. Bugün başlayacaq münasibətlər ciddi təməllər üzərində qurulma potensialına malikdir. Lakin qarşı tərəfi həddindən artıq analiz edərək hisslərinizi boğmamalısınız. Təbii olun və duyğularınızın axınına mane olmayın. Evli və ya münasibəti olan buğalar üçün münasibətinizdə təhlükəsizlik mövzusu ön plana çıxacaq. Tərəfdaşınızla gələcək planlarınız, ev şəraiti və ya birgə maliyyə hədəfləri haqqında ciddi müzakirələr apara bilərsiniz. Bugün tərəfdaşınızın sizin dəstəyinizə və sakitləşdirici tonunuza ehtiyacı ola bilər. Ona güvən verdiyinizi hiss etdirin. Aranızda kiçik qısqanclıq krizisləri yarana bilər, lakin bu əslində bir-birinizə olan bağlılığın gizli ifadəsidir. Birlikdə vaxt keçirmək, bəlkə də evdə dadlı bir şam yeməyi hazırlamaq bağlarınızı möhkəmləndirmək üçün ən yaxşı terapiya olacaq. Sosial həyatınızda bugün bir süzgəc effekti yaşanacaq. Həqiqi dostlarınızla sadəcə zaman keçirmək üçün yanınızda olanlar arasındakı fərqi daha aydın görəcəksiniz. Bəzi dostlarınızın sizdən maddi və ya mənəvi yardım istəməsi mümkündür. Buğa bürcünün səxavəti məlumdur, lakin bugün öz sərhədlərinizi qorumalı və yox deməyi bacarmalısınız. Köhnə tanışlarınızdan gələcək maraqlı bir təklif sosial statusunuzu dəyişdirə bilər. Qrup müzakirələrində sizin fikirləriniz həlledici rol oynayacaq, çünki insanlar sizin məntiqli və yerə möhkəm basan baxış bucağınıza güvənirlər. Aktyorluq, incəsənət və ya kolleksiyaçılıqla bağlı maraqları olan dostlarla ünsiyyət sizə yeni ilham mənbəyi olacaq. Axşam saatlarında izdihamlı yerlərdən qaçıb, yalnız ən yaxın hesab etdiyiniz bir neçə nəfərlə dərin və fəlsəfi söhbətlər etmək ruhunuzu dincəldəcək. Sosiumda parlayacağınız bir gündür, lakin bu parıltını hər kəsə deyil, yalnız buna layiq olanlara göstərəcəksiniz. İş həyatında buğalar üçün 16 yanvar məhsuldarlıq və nəticə günüdür. Uzun müddətdir üzərində işlədiyiniz bir layihənin son mərhələsinə gələ bilərsiniz. Rəhbərlik sizin dözümlülüyünüzü və işə sadiqliyinizi yüksək qiymətləndirəcək. Bugün texniki avadanlıqlarla işləyərkən diqqətli olun, Uranın təsiri ilə kiçik nasazlıqlar planlarınızı poza bilər. İş yerində rəqabət mühiti yarana bilər, lakin siz soyuqqanlılığınızı qoruyaraq bu vəziyyətdən üstün çıxacaqsınız. Yeni əməkdaşlıqlar və ya ortaq layihələr üçün perspektivli bir gündür. Əgər öz işinizi qurmaq planınız varsa, bugün bazarı araşdırmaq və rəqiblərinizi təhlil etmək üçün ən uyğun zamandır. Karyera pilləkənində yüksəlmək üçün kreativ ideyalarınızı çəkinmədən bölüşün. Sizin praktik həll yollarınız rəhbərliyin diqqətini çəkəcək. Günün ikinci yarısında sənədlərlə işləyərkən diqqətli olun, kiçik bir rəqəm səhvi gələcəkdə böyük vaxt itkisinə səbəb ola bilər. Peşəkar inkişafınız üçün lazım olan bir təlimə və ya kursa yazılmaq qərarı bugün verilərsə çox uğurlu olar. Maliyyə sahəsində investisiya və qənaət arasında bir balans qurmağın vaxtıdır. Bugün gözlənilməz bir yerdən, bəlkə köhnə bir borcdan və ya keçmiş işdən əlavə gəlir əldə edə bilərsiniz. Lakin bu pulu dərhal xərcləməyə tələsməyin. Daşınmaz əmlak və ya torpaq məsələləri ilə bağlı gündəminiz ola bilər. Bu sahədə atılacaq addımlar 2026-cı ilin sonuna doğru sizə böyük mənfəət vəd edir. Alış-verişdə keyfiyyətə üstünlük verən bir bürc olduğunuz üçün bugün uzun müddətli istifadə edə biləcəyiniz bir ərsiniz. Lakin ehtiyac ilə istək arasındakı fərqi unutmayın. Bank əməliyyatları və ya vergi məsələləri ilə bağlı gecikmiş işləriniz varsa, onları bugün həll etməyə çalışın. Maliyyə intizamınız bugün ulduzlar tərəfindən mükafatlandırılır. Həyat səviyyənizi yüksəltmək üçün yeni bir gəlir mənbəyi axtarışındasınızsa, bugün qarşınıza çıxan reklamlar və ya elanlar sizi doğru istiqamətə yönəldə bilər. Şəxsi büdcənizi rəqəmsal tətbiqlər və ya cədvəllərlə izləmək sizə nəzarət hissi verəcək. Bugün boğaz nahiyəniz və boyun əzələləriniz həssas ola bilər. Soyuq içkilərdən qaçınmalı və boyun bölgənizi gərginlikdən qorumalısınız. Psixoloji olaraq dəyişikliklərə qarşı göstərdiyiniz daxili müqavimət sizi yora bilər. Unutmayın ki, həyat daim hərəkətdədir və bəzən axınla getmək mübarizə aparmaqdan daha faydalıdır. Təbiətlə təmasda olmaq, bir parkda gəzmək və ya evdəki bitkilərinizlə maraqlanmaq sizin torpaq enerjinizi balanslaşdıracaq. Bugün yuxu rejiminə xüsusi diqqət yetirin, bədəninizin özünü bərpa etməsi üçün normaldan daha çox istirahətə ehtiyacı var. Stressinizi azaltmaq üçün aromaterapiya və ya sakit musiqi dinləmək kimi üsullardan istifadə edin. Daxili dünyanızda kök salmış bəzi qorxularınızla üzləşmək və onları geridə qoymaq üçün güclü bir iradə nümayiş etdirəcəksiniz. Özünüzə olan inamınız artdıqca fiziki simptomların da azaldığını görəcəksiniz.
Sağlamlıq həm də daxili huzurdur. Bugün özünüzü huzurlu hiss etdiyiniz insanların əhatəsində olun. Günün məsləhəti 16 yanvar sizin üçün yavaşlamaq və dəyərləndirmək günüdür. Hər şeyi eyni anda etməyə çalışmayın. Bir işi bitirib digərinə keçmək sizə daha çox keyfiyyət qazandıracaq. Bugün ətrafınızda baş verən kiçik möcüzələri görməyə çalışın. Yaxşı dəmlənmiş bir çay, xoş bir musiqi və ya səmimi bir təbəssüm. Həyatın dadını çıxarmaq üçün tələsməyə ehtiyac olmadığını özünüzə xatırladın. Motivasiya, sənin gücün səbrində və sarsılmaz iradəndədir. Sən torpaq kimi məhsuldar və fırtınalara dözümlüsən. Heç bir külək sən istəmədikcə səni yerindən tərpədə bilməz. Bugün özünə olan güvənini yenilə və unutma ki, ən möhtəşəm çinar ağacları ən yavaş böyüyənlərdir. Sən öz köklərinə güvən, budaqların onsuz da göyə ucalacaq. Əkizlər 16 yanvar 2026 il tarixində Əkizlər bürcü üçün kosmik hava olduqca sürətli və rəngarəngdir. Günün əsas tonunu Oğlaq bürcündəki Günəşin ciddi enerjisi ilə sizin idarəçi planetiniz olan Merkurinin gətirdiyi dinamizm müəyyən edir. Bugün daxili aləminizdə bir növ məntiq və intuisiya savaşı yaşana bilər. Səhər saatlarında ayın vəziyyəti sizə inanılmaz bir mənəvi enerji bəxş edəcək, sanki uzun müddətdir beyninizdə dolaşan sualların cavabları birdən-birə şəffaflaşacaq. Lakin diqqətli olun, Marsın Oğlaq bürcündəki güclü mövqeyi sizi hər şeyi bir anda həll etməyə, hətta bir neçə işi eyni vaxtda bitirməyə sövq edəcək. Bu multitasking enerjisi sizin təbiətinizə uyğun olsa da, günün ortasında diqqət dağınıqlığına və ya xırda detalları qaçırmağa səbəb ola bilər. Enerjinizi xərcləməzdən əvvəl prioritetlərinizi müəyyən etmək vacibdir. Göy üzü bugün sizə deyir ki, ən böyük kəşflər səs-küylü mühitlərdə deyil, daxili sükutunuzda baş verəcək. Ümumi enerji səviyyəniz yüksəkdir, lakin bu gücü xaotik deyil, hədəfə yönlü istifadə etmək günün əsas imtahanıdır. Subay əkizlər üçün, sizin üçün sevgi bugün intellektual bir cazibə ilə gəlir. Kiminsə xarici görünüşündən daha çox, onun hadisələrə verdiyi qeyri-adi şərhlər və zəkası sizi özünə çəkəcək. 16 yanvar enerjisi yeni tanışlıqlar üçün olduqca əlverişlidir, xüsusilə də onlayn platformalarda və ya təhsil mühitində gözlənilməz bir mesaj maraqlı bir dialoqun başlanğıcı ola bilər. Lakin ulduzlar xəbərdarlıq edir, qarşı tərəfin sirli tərəfləri sizi cəlb etsə də, real faktları göz ardı etməyin. Duyğularınızı dərhal qərarlaşdırmaq əvəzinə flört dövrünün dadını çıxarın. Evli və ya münasibəti olan əkizlər üçün, münasibətinizdə daha dərin və mənalı mövzuların müzakirə ediləcəyi bir gündür. Günəşin Oğlaq bürcündə olması tərəfdaşınızla gələcək öhdəliklər, ortaq mülkiyyət və ya ailə qaydaları haqqında ciddi danışıqları zəruri edə bilər. Əgər aranızda gizli qalmış bir anlaşılmazlıq varsa, bugün onu səmimiyyətlə həll etmək üçün ideal zamandır. Tərəfdaşınızın sizin dəyişkən ruh halınıza uyğunlaşmaqda çətinlik çəkdiyini hiss edə bilərsiniz, ona görə də hisslərinizi açıq və ardıcıl şəkildə ifadə etməyə çalışın. Kiçik bir sürpriz və ya intellektual bir hədiyyə aradakı bağları daha da istiləşdirəcək. Sosial sferada əkizlər üçün 16 yanvar məlumat mübadiləsi günüdür. Siz bugün ətrafınızdakı insanlar üçün bir növ xəbər mərkəzi rolunu oynayacaqsınız. Dostlarınızın sizin məsləhətlərinizə, xüsusilə də çətin vəziyyətlərdən çıxış yollarını tapmaq bacarığınıza ehtiyacı olacaq. Sosial çevrənizdə yeni, fərqli düşüncəyə malik insanların peyda olması mümkündür. Lakin Merkurinin gətirdiyi bu hərəkətlilik bəzən dedikodulara və ya yanlış başa düşülən sözlərə yol aça bilər. Başqaları haqqında danışarkən ehtiyatlı olun, dediyiniz hər bir sözün arxasında durmağa hazır olmalısınız. Bəzi dostluqlarda kimə nə qədər güvənirəm sualı gündəmə gələ bilər. Neptunun təsiri bəzi insanların əsl niyyətlərini görməkdə sizə yardımcı olacaq. Axşam saatlarında qrup fəaliyyətlərinə qatılmaq, beyin həmləsi, brainstorming etmək və ya sadəcə maraqlı bir mövzunu müzakirə etmək üçün dostlarla bir araya gəlmək sizə böyük ruh yüksəkliyi bəxş edəcək. Sosial enerjinizi bölüşərkən öz daxili enerjinizi qorumağı da unutmayın, hər dəvətə hər demək məcburiyyətində deyilsiniz. İş həyatında əkizlər üçün bugün karyera hədəflərinin ciddi şəkildə masaya yatırıldığı bir gündür. 2026 ilin bu dövründə planetlərin mövqeyi sizin peşəkar sahədə ağ bir səhifə açmaq ərəfəsində olduğunuzu göstərir. İş yerində rəhbərliklə ünsiyyət bugün həlledici ola bilər, təkliflərinizi təqdim edərkən daha konkret və rəqəmlərə əsaslanan arqumentlərdən istifadə edin. Əgər yaradıcı sahədə çalışırsınızsa, ağlınıza gələn bir ideya gələcəkdə böyük bir uğurun təməli ola bilər. İş yoldaşlarınız arasında kiçik rəqabət hissləri yarana bilər, lakin sizin diplomatik qabiliyyətiniz gərginliyi aradan qaldırmağa kifayət edəcək.
Gecikmiş sənədlər, cavabsız qalmış e-poçtlar bugün gündəminizə qayıda bilər, onları təxirə salmadan həll etmək sizi böyük bir yükdən azad edəcək. Karyeranızda uzun müddətli strategiya qurmaq üçün ulduzlar sizə tam dəstək verir. Əgər iş dəyişmək və ya yeni bir layihəyə başlamaq barədə düşünürsünüzsə, bugün araşdırma aparmaq və detalları dəqiqləşdirmək üçün ən məhsuldar zamandır. Səbriniz və çevikliyiniz peşəkar nüfuzunuzu artıracaq. Maliyyə sahəsində 16 yanvar əkslər üçün hesabatlılıq dövrüdür. Göy üzündəki vurğu digər insanların pulları, borclar, vergilər və ya ortaq qazanclar üzərindədir. Bugün bank əməliyyatları apararkən və ya hər hansı bir müqavilə imzalayarkən 2 qat diqqətli olmalısınız. Gözlənilməz bir xərcin ortaya çıxması, məsələn, evdə texniki nasazlıq və ya planlaşdırılmamış bir səfər, büdcənizi biraz gərginləşdirə bilər. Lakin Yupiterin dəstəyi ilə bu çətinlikləri aşmaq üçün əlavə gəlir imkanları da qarşınıza çıxa bilər. İmpulsiv alış-verişdən, xüsusilə də elektronika və texnoloji bugün uzaq durmaq məsləhətdir. Bir neçə gün sonra həmin məhsulun daha sərfəli variantını tapa bilərsiniz. Borc vermək və ya borc almaq üçün ən uyğun gün deyil, çünki bu gələcəkdə münasibətlərə zərər verə bilər. Şəxsi büdcənizi yenidən strukturlaşdırmaq, gərəksiz abunəlikləri ləğv etmək və qənaət planı qurmaq üçün kosmik enerji sizin tərəfinizdədir. Uzun müddətli investisiya planları, məsələn, daşınmaz əmlak və ya təhsil üçün yatırım üçün mütəxəssis rəyi almaq sizə böyük mənfəət gətirə bilər. Sağlamlıq baxımından əkizlər bugün xüsusilə sinir sisteminə və ağciyərlərinə diqqət yetirməlidirlər. Günün yüksək sürəti sinir yorğunluğuna və ya yuxu pozğunluğuna səbəb ola bilər. Əgər özünüzü həddindən artıq stimullaşdırılmış hiss edirsinizsə, kafein qəbulunu azaldın və bitki çaylarına üstünlük verin. Psixoloji olaraq ikililik hissi yaşaya bilərsiniz. Bir yanınız dünyanı fəth etmək istədiyi halda, digər yanınız hər şeyi buraxıb tənhalığa çəkilmək arzusundadır. Bu vəziyyət normaldır, sadəcə özünüzə dincəlmək üçün qısa fasilələr verin. Nəfəs məşqləri və ya qısa yürüşlər zehninizi boşaltmaq üçün möcüzələr yaradacaq. Əlləriniz və çiyinləriniz bugün daha həssas ola bilər, ağır yüklərdən və uzun müddət eyni pozada qalmaqdan qaçın. Psixoloji dayanıqlığınızı artırmaq üçün sevdiyiniz bir kitabı oxumaq və ya bir yazı yazmaq, gündəlik tutmaq sizə daxili hüzur gətirəcək. Özünüzə qarşı empatiyanız artsın, hər şeyi eyni anda bilmək və ya həll etmək məcburiyyətində deyilsiniz. Fiziki enerjinizi idarə etmək üçün idmanla məşğul olmaqdansa, bugün yoga və ya dartınma hərəkətləri daha faydalıdır. Günün məsləhəti, 16 yanvar sizin üçün dinləməyi öyrənmək günüdür. Əkizlər olaraq danışmağı və izah etməyi sevirsiniz, lakin bugün ən böyük sirlər və ən vacib ipuçları başqalarının sükutunda və ya sizin eşitmədiyiniz kiçik detallarda gizlənib. Hər şeyə cavab verməyə tələsməyin. Bəzən bir sualı bilmirəm, amma öyrənərəm demək sizin peşəkarlığınızı və müdrikliyinizi daha çox nümayiş etdirir. Motivasiya, sənin zəkan sənin ən böyük silahındır, lakin daxili sakitliyin sənin ən böyük qalxandır. Bugün hər iki tərəfini balanslaşdır. Unutma ki, kəpənəyin qanad çırpışı bütün dünyada bir dəyişikliyə səbəb ola bildiyi kimi, sənin bugün atacağın kiçik, lakin şuurlu bir addım da gələcək taleyini dəyişə bilər. Öz çox şaxəli təbiətinlə fəxr et, çünki sənin fərqliliyində kainatın bütün rəngləri gizlənib. Bugün öz parıltını kəşf etməyə hazır ol. Xərçəng 16 yanvar günü Xərçəng bürcü üçün emosional detoks və sərhəd qoymaq enerjisi ilə başlayır. Ayın mövqeyi sizin daxili ehtiyaclarınızla xarici dünyanın tələbləri arasında müəyyən bir ziddiyyət yarada bilər. Bugün özünüzü bir qabıqda gizlənmək istəyən, lakin eyni zamanda sevilməyə və qorunmağa ehtiyac duyan bir ruh halında tapa bilərsiniz. Göy üzündəki Saturnun bucağı sizə deyir ki, artıq başqalarının duyğularını öz üzərinizə bir yük kimi götürməyi dayandırmalısınız. Enerjiniz günün ilk yarısında bir qədər passiv müşahidəçi xarakter daşıyacaq. Bu, əslində sizin üçün bir enerji yığma fazasıdır. Günorta saatlarında ətrafınızda baş verən hadisələrə qarşı intuitiv reaksiyalarınız güclənəcək, sanki baş verənlərin pərdəarxası məqamlarını bir rentgen şüası kimi görəcəksiniz. Bugün impulsiv qərarlardan çox, daxili səsinizin pıçıltılarına qulaq asmaq sizi ən doğru yola aparacaq. Kosmik vibrasiyalar sizi keçmişin tozlu xatirələrindən təmizlənməyə və gələcəyin gətirəcəyi yeniliklərə yer açmağa çağırır. Öz enerjinizi qorumaq üçün bugün insan sərrafı olmağınız və negativ mühitlərdən uzaq durmağınız çox vacibdir. Subay xərçənglər üçün, sizin üçün sevgi bugün ruhsal bağlılıq axtarışına çevrilir. Səthi münasibətlər və mənasız diyaloqlar sizə darıxdırıcı görünə bilər.
Bugün qarşınıza çıxan biri ilə aranızda sanki illərdir tanışmışıq hissi yarana bilər. Lakin xərçəng bürcünün təbii ehtiyatlılığı sizə kömək edəcək, dərhal bağlanmaq əvəzinə qarşı tərəfin səmimiyyətini test etmək üçün özünüzə zaman tanıyacaqsınız. Plütonun təsiri keçmiş sevgililərin yuxularda və ya xatirələrdə canlanmasına səbəb ola bilər, lakin bu sadəcə bir vida mərasimidir. Geri dönmək üçün deyil, tamamilə azad olmaq üçün, evli və ya münasibəti olan xərçənglər üçün münasibətinizdə ev hüzuru və emosional təhlükəsizlik ön plandadır. Tərəfdaşınızla aranızda olan kiçik bir anlaşılmazlıq bugün səmimi bir etiraf sayəsində aradan qalxa bilər. Siz tərəfdaşınızdan daha çox diqqət və qayğı gözlədiyiniz bir dövrdəsiniz, bunu birbaşa və incimədən ifadə etməyə çalışın. Birlikdə evdə vaxt keçirmək, keçmiş gözəl anları yad etmək və ya gələcək üçün bir arzular xəritəsi yaratmaq münasibətinizi dərinləşdirəcək. Qarşı tərəfin hisslərinə qarşı olan təbii empatiyanız bugün sizin ən böyük silahınızdır. Bir baxışla hər şeyi həll edə bilərsiniz. Sosial həyatınızda bugün keyfiyyət kəmiyyətdən üstündür prinsipi hakim olacaq. Çoxlu sayda tanışın əhatəsində olmaqdansa sizi həqiqətən anlayan bir-iki dostla söhbət etməyə üstünlük verəcəksiniz. Bir dostunuzun sizə öz sirrini açması və ya yardım istəməsi mümkündür. Lakin diqqətli olun, xərçəng bürcü başqalarının dərdini özününki kimi yaşamağa meyillidir. Bugün öz psixoloji sağlamlığınız üçün bir məsafə qorumalı və sadəcə dinləyici rolunda qalmalısınız. Sosial çevrənizdə bəzi toksik insanların real simasını görə bilərsiniz. Bu, həmin insanlarla aranıza birdəfəlik sərhəd qoymaq üçün mükəmməl bir şansdır. Digər tərəfdən, incəsənət və ya humanitar mövzularda maraqlarınız olan yeni bir qrupa daxil olmaq üçün dəvət ala bilərsiniz. Bugün sosial mediada keçirdiyiniz vaxtı məhdudlaşdırmaq və real ünsiyyətə önəm vermək ruhunuza yaxşı gələcək. Sizi mənəvi cəhətdən zənginləşdirən və daxili hüzurunuzu qoruyan insanlar bugün gününüzün ən parlaq nöqtələri olacaq. Karyera sahəsində 16 yanvar sizdən strateji sükut tələb edir. İş mühitində baş verən gərginliklər və ya rəqabət oyunları sizi yora bilər. Lakin ulduzlar göstərir ki, kənarda qalıb sadəcə öz işinizi ən mükəmməl şəkildə görməyiniz rəhbərliyin diqqətindən qaçmayacaq. Bugün yaradıcı layihələr, dizayn və ya insan resursları ilə bağlı işlərdə uğur qazanma ehtimalınız yüksəkdir. Əgər evdən çalışırsınızsa və ya özəl biznesiniz varsa, bugün iş mühitinizdə etdiyiniz kiçik bir dəyişiklik, məsələn, masanızın yerini dəyişmək və ya yeni bir bitki qoymaq, məhsuldarlığınızı inanılmaz dərəcədə artıracaq. Yeni təkliflər gələrsə, hər deməzdən əvvəl onların sizin ailə və şəxsi həyat balansınıza necə təsir edəcəyini ciddi şəkildə düşünün. İş yoldaşlarınızla münasibətdə ana-ata rolunu oynamaqdan qaçın, hər kəsin öz məsuliyyəti var, sənədləşmə işlərində intuisiyanıza güvənin. Əgər bir imza atarkən daxili narahatlıq hiss edirsinizsə, biraz dayanın və hər şeyi yenidən yoxlayın. Bugün səbirli və detallara diqqətli olan xərçənglər üçün iş günü uğurla yekunlaşacaq. Maliyyə məsələlərində xərçənglər üçün 16 yanvar ehtiyat toplamaq dövrüdür. Gəlirlərinizdə müəyyən bir stabillik olsa da, gələcəyə dair qayğılarınız sizi daha qənaətcil olmağa sövq edə bilər. Bugün ailə büdcəsini planlaşdırmaq və ya gələcək investisiyalar üçün ailə böyükləri ilə məsləhətləşmək üçün uyğun zamandır. Emosional boşluqlarınızı alış-verişlə doldurmağa çalışmayın. Bugün alacağınız əşyalar bir neçə gün sonra sizə gərəksiz görünə bilər. Ulduzlar tövsiyə edir ki, daşınmaz əmlak və ya sığorta ilə bağlı məsələlərdə araşdırmalar aparasınız. Əgər uzun müddətdir satmaq və ya almaq istədiyiniz bir mülk varsa, bugün həmin mövzu ilə bağlı mühüm bir ipucu və ya məlumat əldə edə bilərsiniz. Borc vermək mövzusunda ürəyi yumşaqlıq etməyin. Bugün verəcəyiniz borcun geri qayıtması çox çətin ola bilər. Maddi təhlükəsizlik hissiniz bugün emosional vəziyyətinizə birbaşa təsir edəcək, buna görə də xərclərinizi nəzarətdə saxlamaq sizə daxili bir sakitlik verəcək. Şəxsi bacarıqlarınızdan əlavə qazanc əldə etmək üçün maraqlı bir fikir ağlınıza gələ bilər, bu fikri mütləq qeyd edin. Sağlamlıq cəhətdən 16 yanvarda ən çox diqqət etməli olduğunuz nahiyyə mədə və həzm sistemidir. Stress birbaşa həzm sisteminizə təsir edə bilər, ona görə də yemək yeyərkən sakit mühitdə olmağa və tələsməməyə çalışın. Psixoloji olaraq özünüzü biraz melanxolik hiss edə bilərsiniz. Bu, ayın keçidləri ilə bağlıdır və keçicidir. Su ilə təmasda olmaq, isti bir duş qəbul etmək və ya dəniz kənarında gəzmək sizin negativ enerjinizi tamamilə təmizləyəcək. Yuxu rejiminizə ciddi diqqət yetirin. Xərçənglər yuxuda olarkən həm fiziki, həm də mənəvi olaraq yenilənirlər. Əgər daxili sıxıntınız varsa, bunu kağıza tökmək, yazmaq və ya rənglərlə ifadə etmək, rəsm çəkmək sizə psixoloji terapiya effekti verəcək.
Özünüzə olan qayğını egoizm kimi görməyin, siz yaxşı olmasanız, ətrafınızdakılara da kömək edə bilməzsiniz. Bugün bitki çayları, xüsusilə çoban yastığı və ya nanə sinir sisteminizi sakitləşdirmək üçün ən yaxşı köməkçiləriniz olacaq. Günün məsləhəti, 16 yanvar sizin üçün həyatın axınına güvənmək günüdür. Hər şeyi və hər kəsi qorumaq, idarə etmək mümkün deyil. Bəzən ən böyük sevgi həm özünə, həm də başqalarına sərbəstlik verməkdir. Bugün özünüzü hər kəsin xilaskarı kimi hiss etməkdən vaz keçin və sadəcə öz daxili evinizdə hüzuru axtarın. Unutmayın ki, sizin həssaslığınız zəifliyiniz deyil, ən böyük gücünüzdür. Motivasiya, sən dəniz kimidir. Bəzən dalğalı, bəzən isə dümdüz və sakit. Hər iki halınla sən möhtəşəmsən. Bugün daxilindəki fırtınaların səni qorxutmasına icazə vermə, onlar sadəcə sahilindəki artıq qumları təmizləmək üçün gəliblər. Sən öz qabığında deyil, öz qəlbində gizlənən xəzinənin sahibisən. Özünə inan, çünki kainat səni hər addımında şəfqətlə qucaqlayır. Sənin işığın sükutundan doğacaq. Şir 16 yanvar günü Şir bürcü üçün idarə etmə və nüfuz enerjiləri ilə açılır. Sizin təbii liderlik keyfiyyətləriniz bugün xüsusilə qabarıq görünəcək, lakin ulduzlar sizi mən mərkəzli olmaqdan çox, biz mərkəzli hərəkət etməyə dəvət edir. Günün ilk yarısında kosmik təsirlər sizə böyük bir motivasiya dalğası göndərir, sanki qarşınızda açılan bütün qapıların açarı sizin əlinizdədir. Lakin Oğlak bürcündəki planetar yığım sizi daha realist olmağa və xəyalları praktiki müstəviyə köçürməyə məcbur edir. Bugün enerjiniz parlaqdır, lakin bu parıltını hər kəsin gözünə soxmaq əvəzinə onu ətrafınızdakiları isitmək və ruhlandırmaq üçün istifadə etməlisiniz. Günorta saatlarında bəzi planlarınızda ləngimələr ola bilər, bu kainatın sizə detallara bax demək üsuludur. Enerji səviyyəniz axşam saatlarına doğru daha stabil və təmkinli bir hal alacaq. Bugün diqqət mərkəzində olmaqdan qorxmayın, lakin bu mərkəzdə qalmaq üçün daxili ləyaqətinizdən və alicənablığınızdan güc alın. Kosmos sizə öz unikal istedadlarınızı nümayiş etdirmək üçün lazım olan səhnəni hazırlayıb. Subay şirlər üçün, bugün sevgi həyatınızda vəcd və ehtiras ön plandadır. Veneranın mövqeyi sizin cazibənizi inanılmaz dərəcədə artırır. Girdiyiniz hər mühitdə baxışları üzərinizə çəkməyiniz qaçılmazdır. Ola bilsin ki, köhnə bir pərəstişkarınız yenidən həyatınıza daxil olmağa çalışsın. Lakin 16 yanvar enerjisi sizə daha çox yeni və fərqli olanı vəd edir. Əgər biri ilə tanış olsanız, onun sizin azadlığınıza və özünüzə olan güvəninizə necə hörmət etdiyinə diqqət yetirin. Sizə heyran olan deyil, sizi tamamlayan birini axtarın. Evli və ya münasibəti olan şirlər üçün, münasibətinizdə bugün romantik jestlər və şəxsi məkan arasında bir balans qurmalısınız. Tərəfdaşınızın sizin parlaq enerjiniz tərəfindən kölgədə qaldığını hiss etməsinə icazə verməyin. Onun uğurlarını alqışlamaq və ona sən mənim üçün önəmlisən mesajını vermək bağlarınızı daha da möhkəmləndirəcək. Axşam saatlarında birlikdə bir mədəni tədbirə qatılmaq və ya sadəcə şam işığında gələcək arzularınızdan danışmaq münasibətinizə yeni nəfəs gətirəcək. Unutmayın ki, bir aslan üçün ən böyük güc onun sadiq və xoşbəxt ailəsidir. Sosial həyatınızda şirlər üçün bugün səhnənin sahibi olma vaxtıdır. Dostlarınız arasında təşkilatçı və birləşdirici rolunu üstlənə bilərsiniz. Bir çox insan sizin enerjinizdən və müsbət auranızdan faydalanmaq üçün ətrafınıza toplaşacaq. Lakin diqqətli olun, saxta tənəq edənlərlə həqiqi dostları ayırt etməlisiniz. Bugün sosial çevrənizdə böyük bir tədbir, açılış və ya toplantı baş tuta bilər və siz orada parlaq çıxışınızla yadda qala bilərsiniz. Dostluq münasibətlərində biraz daha dinləyici olmağa çalışın, bəzən ən yaxın dostunuzun sizin parıltınızdan çox sadəcə çiyninizə ehtiyacı ola bilər. Sosial mediada paylaşdığınız kontentlər və ya fikirlər bugün gözləniləndən daha çox reaksiya doğura bilər. İncəsənət, moda və ya əyləncə dünyasından olan yeni tanışlıqlar sizin üçün yeni qapılar aça bilər. Özünüzü sosial cəhətdən təsdiq olunmuş hiss edəcəksiniz, lakin bu uğuru təvazökarlıqla qarşılayın. İş həyatında 16 yanvar şirlər üçün nüfuzun möhkəmləndirilməsi günüdür. Karyeranızda uzun müddətdir gözlədiyiniz bir fürsət nəhayət qarşınıza çıxa bilər. Bu, ya yeni bir vəzifə ya da rəhbərliyin sizin yaradıcı ideyanızı qəbul etməsi ola bilər. Liderlik bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin, lakin bunu komandanıza qarşı təzyiq göstərmədən edin. Bugün təqdimatlar, görüşlər və ya kütləvi çıxışlar üçün mükəmməl gündür. Sözlərinizdəki inam və səsinizdəki qətiyyət ətrafdakıları sizə tabe olmağa vadar edəcək.
Əgər öz biznesiniz varsa, bugün brendinizin tanınması üçün reklam və ya marketinq gedişləri etmək uğurlu olar. Bununla belə, rutin işlərdən və sənədləşmədən qaçmayın, xırda bir bürokratik səhv sizin böyük layihənizi ləngidə bilər. İş yoldaşlarınızla münasibətdə dürüstlük və şəffaflıq prinsipinə sadiq qalın. Bugün əldə edəcəyiniz peşəkar uğur, sizin 2026-cı il üçün təyin etdiyiniz böyük hədəflərinizin ilki olacaq. Maliyyə məsələlərində şirlər üçün bugün lüks və investisiya arasındakı rəqabət günü olacaq. Siz gözəl şeyləri və keyfiyyəti sevirsiniz, lakin 16 yanvar enerjisi sizi daha çox ağıllı pul idarəçiliyinə səsləyir. Gözlənilməz bir gəlir artımı və ya bonus almağınız mümkündür. Lakin bu pulu dərhal bahalı bir aksesuara və ya əyləncəyə xərcləməkdən çəkinin. Bunun əvəzinə pulunuzu necə çoxalda biləcəyinizi düşünün. Səhmlər, qiymətli metallar və ya şəxsi inkişafınız üçün bir təhsil proqramına yatırım etmək daha məqsədə uyğundur. Əgər birindən borc pul gözləyirsinizsə, bugün həmin xəbər gələ bilər. Maliyyə sənədlərini imzalayarkən və ya bank əməliyyatları apararkən öz instinktlərinizə güvənin. Lakin unutmayın ki, bugün şans oyunları və ya riskli spekulyasiyalar üçün uyğun deyil. Sizin üçün maddi bolluq daxili özgüvəninizlə birbaşa bağlıdır. Nə qədər çox özünüzə inansanız, maddi imkanlarınız da o qədər genişlənəcək. Sağlamlıq baxımından 16 yanvarda ürək-damar sisteminizə və bel nahiyənizə diqqət yetirməlisiniz. Həddindən artıq fiziki yük və ya kəskin idman hərəkətləri bel ağrılarına səbəb ola bilər. Psixoloji olaraq özünüzü çox enerjili hiss etsəniz də, yanıb tükənmə burnout riskinə qarşı ehtiyatlı olun. Daima diqqət mərkəzində olmaq istəyi bəzən sinir sistemini yora bilər. Gün ərzində qısa müddətli səssizlik fasilələri vermək, daxili batareyanızı doldurmaq üçün vacibdir. Qürurunuzun və ya egonuzun işlər yaşamamağa çalışın. İsti vanna qəbul etmək və ya günəş şüalarından faydalanmaq, hətta qısa müddətli olsa belə, sizin ruh halınıza çox müsbət təsir edəcək. Qidalanmada proteinlə zəngin, lakin ağır olmayan yeməklərə üstünlük verin. Psixoloji sağlamlığınız üçün özünüzü tərifləməyi və uğurlarınızı qeyd etməyi unutmayın. Bu, sizin üçün ən yaxşı antidepressantdır. Günün məsləhəti, 16 yanvar sizin üçün alicənablıq sınağıdır. Əsl lider öz gücünü başqalarını kiçiltməklə deyil, onları ucaltmaqla göstərir. Bugün kiməsə təmənnasız kömək edin və ya bir rəqibinizin uğurunu səmimi qəlbdən təbrik edin. Bu davranış sizin nüfuzunuzu daha da artıracaq. Hər zaman hər şeyi bilməli olduğunuzu düşünməyin, bəzən sual vermək cavab verməkdən daha çox cəsarət tələb edir. Motivasiya, sən günəşin övladısan və sənin daxilində sönməz bir işıq var. Bugün o işığı elə bir şəkildə yay ki, qaranlıqda qalan hər kəs öz yolunu tapa bilsin. Sənin taxtın sənin qəlbindədir və heç bir xarici hadisə sənin daxili krallığını yıxa bilməz. Özünə inan, çünki dünya sənin cəsarətinə və səxavətinə möhtacdır. Kükrəməzdən əvvəl gülümsə, ən böyük zəfər ürəkləri fəth etməkdir. Qız 16 yanvar günü qız bürcü üçün strukturlaşmaq enerjisi ilə başlayır. Bugün kainat sizdən həyatınızdakı artıq yüklərdən qurtulmağı və enerjinizi yalnız həqiqətən əhəmiyyətli olan məsələlərə yönəltməyi tələb edir. Günün ilk yarısında ayın mövqeyi sizin detallara olan həssaslığınızı artıracaq, sanki başqalarının görmədiyi kiçik səhvlər və ya çatışmazlıqlar sizin gözünüzə batacaq. Lakin bu enerjini tənqid üçün deyil, təkmilləşdirmək üçün istifadə etməlisiniz. Oğlaq bürcündəki planetar yığın sizin torpaq elementinizlə harmoniyadadır. Bu da sizə inanılmaz bir dözümlülük və fokuslanma qabiliyyəti verir. Günorta saatlarında bəzi gözlənilməz xəbərlər planlarınızı dəyişməyə məcbur edə bilər, lakin sizin çevik zəkanız bu vəziyyətdən ən səmərəli çıxış yolunu tapacaq. Bugün enerjiniz səssiz və dərindən hərəkət edir. Göy üzü sizə deyir ki, böyük sıçrayışlar etmək üçün əvvəlcə təməli möhkəmləndirməlisiniz. Axşam saatlarına doğru daxili bir hüzur və işləri qaydasına salmağın verdiyi məmnunluq hissi hakim olacaq. Subay qızlar üçün bugün sevgi mövzusunda məntiqli romantika ön plandadır. Siz hisslərinizi deyil, daha çox ağlınızı dinləməyə meyillisiniz. Yeni tanış olacağınız birinin dürüstlüyü və həyata baxışındakı ciddiyyət sizi cəlb edə bilər. 16 yanvar enerjisi sizə xatırladır ki, əsl sevgi sadəcə duyğulardan ibarət deyil, həm də ortaq dəyərlərdir. Ola bilsin ki, iş mühitində və ya bir seminar zamanı maraqlı biri ilə intellektual bir bağ qurasınız. Tələsməyin, qız bürcü üçün ən sağlam münasibətlər yavaş-yavaş bişən və sınaqlardan keçənlərdir. Evli və ya münasibəti olan qızlar üçün münasibətinizdə praktiki dəstək günü yaşanacaq.
Tərəfdaşınıza sevginizi böyük sözlərlə deyil, onun həyatını asanlaşdıracaq kiçik hərəkətlərlə göstərəcəksiniz. Aranızda gələcək planlar və ya ev təsərrüfatı ilə bağlı bəzi fikir ayrılıqları ola bilər, lakin sizin diplomatik və obyektiv yanaşmanız gərginliyi dərhal söndürəcək. Birlikdə evdə nizam-intizam yaratmaq və ya ortaq bir layihə üzərində işləmək aranızdakı komanda ruhunu gücləndirəcək. Unutmayın ki, bəzən sadəcə dinləmək hər hansı bir problemi həll etməkdən daha dəyərlidir. Sosial həyatınızda bugün faydalılıq prinsipi hökm sürür. Dostlarınız sizə mühüm bir məsələdə məsləhət almaq və ya analitik düşüncənizdən faydalanmaq üçün müraciət edə bilərlər. Siz bugün bir növ problemləri həll edən insan, problem solver rolundasınız. Lakin diqqətli olun ki, başqalarının işlərini düzəltməyə çalışarkən öz zamanınızı və enerjinizi qurban verməyəsiniz. Sosial çevrənizdə yeni, bilikli və təcrübəli insanların peyda olması gözlənilir. Bu şəxslər gələcəkdə sizin inkişafınız üçün mentor rolunu oynaya bilərlər. Dostluq münasibətlərində biraz daha emosional səmimiyyətə yer verin, hər şeyi məntiq çərçivəsinə salmaq bəzən aradakı səmimiyyəti soyuda bilər. Axşam saatlarında çox adamın olduğu yerlərdə deyil, keyfiyyətli ünsiyyət qura biləcəyiniz sakit mühitlərdə olmağa çalışın. Sizin dürüst tənqidləriniz bəzi dostlarınız tərəfindən sərt qarşılana bilər, ona görə də sözlərinizi şirinləşdirməkdə fayda var. İş həyatında qızlar üçün 16 yanvar əsli zəfər yürüyüşü ola bilər. Detallara olan aşırı diqqətiniz sayəsində hamının gözündən qaçan mühüm bir nüansı aşkar edəcək və böyük bir səhvin qarşısını alacaqsınız. Karyeranızda stabillik və peşəkarlıq bugün sizin ən böyük vizit kartınızdır. Arxiv işləri, hesabatların hazırlanması və ya sistemləşdirmə tələb edən tapşırıqlar üçün bugün qızıl dəyərindədir. Rəhbərlik sizin etibarlılığınızı və işə olan sadiqliyinizi qeyd edəcək. Əgər texniki bir sahədə çalışırsınızsa, yeni bir proqram və ya metodikanı mənimsəmək üçün əla vaxtdır. İş yoldaşlarınızla münasibətdə biraz daha yumşaq olun, hər kəsin sizin qədər yüksək standartları olmaya bilər. 2026-cı ilin bugünü karyera hədəfləriniz üçün strateji bir addım atmaq və ya uzun müddətli bir müqaviləni nəzərdən keçirmək üçün idealdır. Səbriniz və əməksevərliyiniz gec-tez böyük mükafatla nəticələnəcək. Sadəcə prosesə güvənin. Maliyyə sahəsində qızlar üçün bugün ağıllı idarə etmək günüdür. Pulunuzun hər bir qəpiyinin hara getdiyini bilmək istəyəcəksiniz və büdcənizi yenidən tərtib etmək üçün güclü bir istək duyacaqsınız. 16 yanvar enerjisi sizi gələcək üçün əmanət toplamağa və israfdan qaçmağa sövq edir. Gözlənilməz bir endirim və ya sərfəli bir təkliflə qarşılaşa bilərsiniz, lakin həqiqətən buna ehtiyacım varmı, sualını özünüzə verməyi unutmayın. İdarəçi planetiniz Merkurinin təsiri ilə maliyyə sənədlərində, bank çıxarışlarında və ya müqavilələrdə hansısa kiçik bir yanlışlığı tapıb düzəltmək şansınız var. İnvestisiya məsələlərində çox mühafizəkar olun, riskli layihələr sizin üçün deyil. Bunun əvəzinə dəyəri zamanla artan və stabillik vəd edən variantlara yönəlin. Maddi durumunuzu yaxşılaşdırmaq üçün yeni bir ekstra gəlir imkanı, bəlkə də bir hobbinizin gəlirə çevrilməsi gündəmə gələ bilər. Bu fürsəti dərindən araşdırın, çünki kiçik görünən başlanğıclar böyük gəlirlərin təməli ola bilər. Sağlamlıq baxımından bugün həzm sistemi və sinir yollarınız bir qədər həssas ola bilər. Stressi daxilinizi atmamağa çalışın, çünki bu fiziki narahatlıqlara yol aça bilər. Qidalanma rasionunuzda lifli qidalara və bol suya yer vermək vacibdir. Psixoloji olaraq hər şeyi kontrol etmək arzusu sizi yora bilər. Unutmayın ki, bəzən dağınıqlıq da həyatın bir parçasıdır. Özünüzə qarşı olan o daxili tənqidçi səsi biraz qısın. Təmiz havada gəzinti və ya sadə bir yoga seansı beyninizdəki tabloyu təmizləməyə kömək edəcək. Əllərinizlə nəsə yaratmaq, bağçılıq, əl işləri və ya yemək bişirmək sizin üçün ən yaxşı meditasiya üsuludur. Yuxu rejiminizə xüsusi diqqət edin, beyniniz daim aktiv olduğu üçün ona tam istirahət verməlisiniz. Bugün fiziki enerjiniz stabil olacaq, lakin emosional dayanıqlığınızı qorumaq üçün negativ xəbərlərdən və insanlardan uzaq durmağınız məsləhətdir. Günün məsləhəti: 16 yanvar sizin üçün mükəmməlliyin içindəki qüsuru sevmək günüdür. Həyatı bir laboratoriya kimi deyil, bir bağça kimi görün. Hər şeyi təmir etməyə, hər kəsi düzəltməyə çalışmayın. Bəzən ən böyük inkişaf hadisələri olduğu kimi qəbul etdikdə baş verir. Bugün özünüzə biraz daha şəfqətli davranın və yaxşı olanın mükəmməl olandan daha üstün olduğunu qəbul edin. Motivasiya: sənin zəhmətin sükut içində olsa da nəticələrin bir gün səs salacaq. Sən kainatın ən incə detallarını görən gözü, ən nizamlı zəkasısan.
Bugün attığın hər kiçik addım böyük bir mozaikanın əvəz olunmaz hissəsidir. Öz intizamına və dürüstlüyünə güvən. Unutma ki, dünyanın ən böyük kəşfinin sayəsində mümkün olub. Sənin zamanın gəlir. Tərəzi. 16 yanvar günü Tərəzi bürcü üçün harmoniya axtarışı enerjisi ilə başlayır. Bugün kainat sizdən həm daxili aləminizdə, həm də ətrafınızda mövcud olan ziddiyyətləri uzlaşdırmağı tələb edir. Səhər saatlarında ayın təsiri ilə qərarsızlıq hissi yaşaya bilərsiniz, sanki iki seçim arasında qalmaq sizin enerjinizi sorur. Lakin bu, əslində sizin ədalət duyğunuzun itiləşməsidir. Oğlaq bürcündəki planetar sıxlıq sizi biraz daha ciddi və məsuliyyətli olmağa sövq edir. Günorta saatlarında yaradıcı enerjiniz pik həddə çatacaq, ətrafınızdakı xaosu gözəlliyə çevirmək üçün daxili bir təkan hiss edəcəksiniz. Bugün enerjiniz yumşaq güc formasındadır. Siz insanları qışqıraraq deyil, öz zərifliyiniz və məntiqinizlə razı salacaqsınız. Kosmik vibrasiyalar sizə deyir ki, ən çətin düyünləri belə incə bir toxunuşla açmaq mümkündür. Axşam saatlarına doğru sosial enerjiniz artsa da özünüzlə tək qalmaq və düşüncələrinizi süzgəcdən keçirmək ehtiyacı duyacaqsınız. Subay tərəzilər üçün bugün sevgi həyatınızda vəcd və zəriflik hakimdir. Veneranın təsiri sizin auranızı parlaqlaşdırır, bu da yeni tanışlıqlar üçün münbit şərait yaradır. Bir incəsənət qalereyasında, kitabxanada və ya onlayn bir intellektual platformada rastlaşacağınız şəxs sizi sadəcə xarici görünüşü ilə deyil, həm də nitq mədəniyyəti ilə heyran edə bilər. 16 yanvar enerjisi sizə deyir ki, hisslərinizi gizlətməyin, lakin onları dərhal bir asılılığa çevirməyin. Qarşı tərəfə özünüzü kəşf etmək üçün sirli qapılar saxlayın. Evli və ya münasibəti olan tərəzilər üçün münasibətinizdə qarşılıqlı güzəşt və estetika ön plandadır. Tərəfdaşınızla aranızda olan kiçik bir soyuqluğu bugün birlikdə gözəl bir mühitdə vaxt keçirərək aradan qaldıra bilərsiniz. Eviniz üçün yeni bir dekorasiya seçmək və ya ortaq bir hobbini canlandırmaq bağlarınızı möhkəmləndirəcək. Bugün tərəfdaşınızın maliyyə və ya iş problemlərinə qarşı göstərəcəyiniz obyektiv yanaşma ona ən böyük dəstək olacaq. Unutmayın ki, sizin sakitliyiniz və təmkininiz münasibətin ən böyük dayaq sütunudur. Sevgini ifadə etmək üçün bahalı hədiyyələrə ehtiyac yoxdur. Səmimi bir nəvaziş bugün hər şeyi həll edəcək. Sosial həyatınızda tərəzilər bugün vasitəçi və sülhməramlıq rolunda çıxış edəcəklər. Dostlarınız arasında yaranan hər hansı bir münaqişəni həll etmək üçün hər kəs sizin obyektiv rəyinizə müraciət edə bilər. Sizin hər iki tərəfi dinləmək və ortaq məxrəc tapmaq bacarığınız bugün dostluq əlaqələrini xilas edəcək. Sosial çevrənizdə yeni və nüfuzlu bir şəxslə tanışlıq ehtimalı yüksəkdir. Bu insan sizin estetik baxışlarınıza və ya yaradıcı ideyalarınıza maraq göstərə bilər. Lakin diqqətli olun, hər kəsə gülümsəmək sizin hər kəsi bəyəndiyiniz anlamına gəlməməlidir. Daxili dairənizi qoruyun. Köhnə bir dostunuzdan gələcək dəvət sizə keçmişdəki xoş xatirələri yad etmək fürsəti verəcək. Axşam saatlarında izdihamlı məclislərdə olmaq yerinə bir neçə seçilmiş insanla səmimi söhbətlər etmək ruhunuzu daha çox qidalandıracaq. Sizin sosial diplomatiyanız bugün sizə yeni qapılar açacaq, sadəcə öz həqiqətlərinizdən güzəştə getməyin. Karyera sahəsində 16 yanvar tərəzilər üçün danışıqlar və tərəfdaşlıqlar günüdür. Əgər bir müqavilə imzalamağı və ya yeni bir işbirliyinə başlamağı düşünürsünüzsə, bugünün enerjisi sizin xeyrinizədir. Sizin təqdimat bacarığınız və qarşı tərəfi iqna etmə qabiliyyətiniz rəhbərliyin diqqətini çəkəcək. İş yerindəki bəzi ədalətsizliklərə qarşı səsinizi ucaltmaq istəyə bilərsiniz, bunu diplomatik yolla etsəniz, qalib gələcəksiniz. Yaradıcılıq, dizayn, hüquq və ya xalqla əlaqələr sahəsində çalışan tərəzilər üçün bugün mühüm bir irəliləyiş ola bilər. 2026-cı ilin bugünü karyeranızda imitaj və nüfuz günü kimi yadda qala bilər. Tapşırıqlarınızı icra edərkən komanda ruhuna önəm verin, lakin fərdi uğurlarınızın da qeyd olunmasına icazə verin. İş yoldaşlarınız arasında yaranan intriqalardan uzaq durmaq sizin peşəkar imicinizi qoruyacaq. Gələcək hədəfləriniz üçün bugün atacağınız kiçik bir addım, bir neçə ay sonra böyük bir layihənin təməli ola bilər. Maliyyə məsələlərində bugün balanslaşdırılmış büdcə günü olacaq. Tərəzi bürcü olaraq gözəl və bahalı əşyalara olan meyliniz bugün cibinizə meydan oxuya bilər. 16 yanvar enerjisi sizə deyir ki, istəklərlə ehtiyaclar arasında dəqiq bir xətt çəkin. Gözlənilməz bir gəlir və ya kiçik bir mükafat almağınız mümkündür, lakin bu pulu dərhal xərcləməyə tələsməyin. Ortaq maliyyə məsələləri, ailə daxili xərclər və ya borcların ödənilməsi bugün gündəminizdə ola bilər.
Bir investisiya təklifi alarsanız, onu dərhal qəbul etməyin, rəqəmləri və şərtləri bir neçə dəfə nəzərdən keçirin. Lüks əşyalar yerinə şəxsi inkişafınıza və ya sağlamlığınıza yatırım etmək daha məqsədə uyğundur. Bank əməliyyatları və ya rəsmi ödənişlər zamanı diqqətli olun, kiçik bir texniki səhv yubanmalara səbəb ola bilər. Maddi durumunuzda stabillik qazanmaq üçün uzun müddətli bir qənaət planı qurmaq üçün ulduzlar sizə ilham verir. Sizin maliyyə intizamınız bugün gələcək bolluğunuzun zəmanətidir. Sağlamlıq cəhətdən 16 yanvarda böyrək nahiyənizə və bel altı hissənizə diqqət yetirməlisiniz. Bol su içmək və həddindən artıq duzlu qidalardan qaçmaq vacibdir. Psixoloji olaraq başqalarını razı salmaq istəyi sizi daxili gərginliyə sala bilər. Unutmayın ki, hamını xoşbəxt etmək sizin vəzifəniz deyil. Öz ehtiyaclarınıza hər demək üçün başqalarına yox deməyi öyrənməlisiniz. Rəng terapiyası və ya aromaterapiya, xüsusilə qızılgül və ya lavanda qoxusu sinir sisteminizi sakitləşdirmək üçün əla üsuldur. Əgər son vaxtlar özünüzü yorğun hiss edirsinizsə, bugün yoga və ya yüngül dartınma hərəkətləri etmək bədəninizdəki enerji bloklarını açacaq. Psixoloji hüzurunuz birbaşa mühitinizin nizamından asılıdır. Ona görə də otağınızı və ya masanızı toplamaq zehninizi də toplayacaq. Gözəllik prosedurları və ya özünəqulluq üçün bugün çox uğurludur. Bu sizə həm fiziki, həm də mənəvi təravət bəxş edəcək. Günün məsləhəti 16 yanvar sizin üçün öz mərkəzində qalmaq günüdür. Dünyanın tərəzisi hər zaman yerlənə bilər, lakin sizin daxili tərəziniz stabil olmalıdır. Hər hansı bir qərar verməzdən əvvəl bir anlıq dayanın və daxili səsinizin nə dediyini dinləyin. Ədalətli olmaq həm də özünə qarşı ədalətli olmaq deməkdir. Bugün özünüzü hər hansı bir tərəfi seçməyə məcbur hiss etməyin, bəzən ən yaxşı seçim gözləməkdir. Motivasiya, sən harmoniyanın və zərifliyin elçisisən. Sənin varlığın girdiyin hər mühitə sakitlik və işıq gətirir. Bugün öz gücünü daxili tarazlığından al. Unutma ki, fırtınanın ortasında belə dik dura bilən yeganə şey onun mərkəzindəki sükutdur. Sən həm qətiyyətli, həm də mehriban ola bilərsən. Öz işığını ətrafına yay, çünki dünya sənin gözəllik anlayışına və ədalətinə möhtacdır. Sənin zərifliyin sənin ən böyük zirehindir. Əqrəb 16 yanvar günü Əqrəb bürcü üçün intensivlik və nüfuz etmə enerjisi ilə başlayır. Bugün kainat sizdən səthi olan hər şeyi bir kənara qoyub, məsələlərin kökünə enməyi tələb edir. Səhər saatlarında ayın mövqeyi sizin daxili gücünüzü və iradənizi itiləşdirəcək, sanki ətrafınızdakı insanların gizli niyyətlərini və ya situasiyaların real gedişatını öncədən hiss edəcəksiniz. Oğlaq bürcündəki planetar sıxlıq sizin intellektual sahənizə 3-cü ev təsir edərək fikirlərinizə bir növ çəki və ciddiyyət qatır. Bugün enerjiniz strateji sükut formasındadır. Siz çox danışmaq əvəzinə bir baxışınız və ya bir hərəkətinizlə ətrafınızda böyük dəyişikliklər edə bilərsiniz. Kosmik vibrasiyalar sizə deyir ki, ən böyük zəfərlər səs-küy ilə deyil, doğru zamanı gözləyib dəqiq addım atmaqla qazanılır. Günorta saatlarında köhnə bir məsələnin və ya sirrin yenidən gündəmə gəlməsi mümkündür. Bugün enerjinizi dağıtmayın, onu bir lazer kimi hədəfə yönəldin. Axşam saatlarına doğru daxili bir yenilənmə və sanki bir dəri dəyişmə prosesi yaşadığınızı hiss edəcəksiniz. Subay əqrəblər üçün, bugün sevgi həyatınızda sirr və maqnetizm hakimdir. Sizin auranız hər zamankından daha dumanlı və çəkicidir. Yeni tanış olacağınız biri ilə aranızda dərin bir psixoloji bağ yarana bilər. Sizi sadəcə xarici görünüş deyil, qarşı tərəfin ruhundakı dərinlik və sirr cəlb edəcək. 16 yanvar enerjisi sizə deyir ki, dərhal güvənməyin, lakin hisslərinizi də tamamilə kilidləməyin. Qarşı tərəfi oxumaq bacarığınız bugün sizin ən böyük rəhbəriniz olacaq. Romantik bir qarşılaşma sizin həyata baxışınızı kökündən dəyişə bilər. Evli və ya münasibəti olan əqrəblər üçün münasibətinizdə dərin dürüstlük və emosional regenerasiya ön plandadır. Tərəfdaşınızla aranızda olan hər hansı bir tabunu qırmaq və ya gizli qalmış bir narahatlığı bölüşmək üçün ideal gündür. Bugün münasibətlərdə səthi söhbətlər sizi qane etməyəcək, siz ruhsal bir yaxınlıq axtarışındasınız. Tərəfdaşınızın sadiqliyini və sizə olan bağlılığını sınağa çəkmək istəyə bilərsiniz, lakin bunu aqressiv deyil, şəfqətlə edin. Birlikdə keçmişin çətinliklərindən danışıb onlara gülmək bağlarınızı sarsılmaz edəcək. Sevgini ifadə etmək üçün bugün fiziki təmasdan çox ruhun ruhu hiss etməsi önəmlidir. Sosial həyatınızda əqrəblər bugün müşahidəçi və analitik rolunda çıxış edəcəklər. Dostlarınızın problemlərini bir detektiv kimi təhlil edib, onlara heç kimin ağlına gəlməyən həll yollarını təklif edə bilərsiniz.
Sizin dürüst və bəzən acı həqiqətləriniz bugün bəzi dostlarınız üçün bir oyandırma zəngi olacaq. Sosial çevrənizdə bəzi təmizliklər etmək istəyə bilərsiniz, sizə səmimi olmayan və ya enerjinizi soran insanlarla aranıza bir dəfəlik məsafə qoyacaqsınız. Sir saxlamaq qabiliyyətiniz bugün birinin sizə çox vacib bir məlumatı etibar etməsinə səbəb ola bilər. Köhnə və sadiq bir dostunuzdan gələcək xəbər sizə yeni bir qapı aça bilər. Axşam saatlarında böyük qruplarda deyil, yalnız ruhən özünüzə yaxın hiss etdiyiniz bir-iki nəfərlə dərin mövzular üzərində diskussiyalar aparmaq sizə intellektual zövq verəcək. Sizin güclü intuisiyanız kimin real, kimin saxta olduğunu sizə pıçıldayacaq. Karyera sahəsində 16 yanvar əqrəblər üçün araşdırma və strateji planlama günüdür. Əgər bir layihənin detalları üzərində işləyirsinizsə, bugün heç kimin görmədiyi bir boşluğu tapıb düzəltmək üçün əla fürsətdir. Rəqiblərinizin hərəkətlərini öncədən proqnozlaşdırmaq bacarığınız sizi iş mühitində bir addım öndə tutacaq. Karyeranızda gizli qalan bəzi məlumatlara və ya imkanlara əlçatanlıq qazana bilərsiniz. 2026-cı ilin bu günü xüsusilə maliyyə, təhlükəsizlik, tibb və ya psixologiya sahəsində çalışan əqrəblər üçün kəskin irəliləyiş vəd edir. İş yoldaşlarınızla münasibətdə çox açıq olmayın, öz planlarınızı son ana qədər gizli saxlamaq sizə üstünlük qazandıracaq. Əgər rəhbərliklə mühüm bir danışıq aparmalısınızsa, arqumentlərinizi daxili inamınızla birləşdirin. Bugün atacağınız strateji bir imza gələcəkdə sizə həm nüfuz, həm də maddi qazanc gətirə bilər. Peşəkar intizamınız bugün sizin ən güclü qalxanınızdır. Maliyyə məsələlərində bugün kökdən idarə etmək günü olacaq. Əqrəb bürcü olaraq başqalarının resurslarını, investisiyaları və borcları idarə etməkdə mahirsiniz. 16 yanvar enerjisi sizə büdcənizdəki gizli sızıntıları tapmaq və onları dayandırmaq üçün güc verir. Gözlənilməz bir vergi geri ödənişi, sığorta ödənişi və ya ortaq qazancdan pay düşməsi ehtimalı var. İmpulsiv alış-veriş sizin təbiətinizə uyğun olmasa da, bugün psixoloji bir rahatlıq üçün pul xərcləmək istəyə bilərsiniz. Buna qarşı iradəli olun. İnvestisiya məsələlərində heç kimin getmədiyi yol sizin üçün daha maraqlı ola bilər, lakin dərindən araşdırma aparmadan hərəkət etməyin. Bank əməliyyatları və ya kriptovalyuta bazarları ilə maraqlanırsınızsa, bugün mühüm bir tendensiyanı öncədən görə bilərsiniz. Maddi durumunuzda transformasiya etmək, bəlkə də gərəksiz aktivləri satıb daha gəlirli sahələrə yönəlmək üçün ulduzlar sizi dəstəkləyir. Sizin maliyyə instinktləriniz bugün qızıl dəyərindədir. Sağlamlıq cəhətdən 16 yanvarda çanaq nahiyəsi və ifrazat sisteminə diqqət yetirməlisiniz. Bədənin detoksifikasiyası, təmizlənməsi üçün bugün çox uğurludur. Bol su içmək və təmiz qidalara üstünlük vermək vacibdir. Psixoloji olaraq idman və ya ağır fiziki yük vasitəsilə daxili gərginliyinizi boşaltmağınız tövsiyə olunur. Əqrəblər emosiyaları içində bastırmağa meyillidir. Bugün həmin bastırılmış hisslərin üzə çıxması sinir gərginliyi yarada bilər. Psixoanaliz, meditasiya və ya dərin nəfəs məşqləri sizin üçün ən yaxşı terapiya olacaq. Əgər son vaxtlar özünüzü tükənmiş hiss edirsinizsə, su ilə təmasda olmaq, uzun bir duş və ya hovuz enerjinizi yeniləyəcək. Psixoloji hüzurunuz gizli qorxularınızla üzləşməkdən keçir, bugün həmin cəsarəti tapacaqsınız. Özünüzü mənəvi cəhətdən güclü hiss etmək üçün qaranlıq otaqda şam işığında sakitlikdə oturmaq sizə inanılmaz bir enerji bəxş edəcək. Günün məsləhəti, 16 yanvar sizin və öyrənmək günüdür. Əqrəb olaraq hər şeyi nəzarətdə saxlamaq istəyirsiniz, lakin bəzən ən böyük güc ipi buraxmaqdadır. Artıq sizə xidmət etməyən vərdişlərdən, fikirlərdən və ya insanlardan azad olun. Unutmayın ki, bir qapı tam bağlanmasa, digəri tam açılmaz. Bugün öz intuisiyanıza güvənin, o heç vaxt yanılmır. Bir addım geri çəkilmək, 2 addım irəli atmaq üçün bir manevrdir. Motivasiya, sən küllərindən yenidən doğulan bir simurq quşusan. Heç bir qaranlıq sənin daxili işığını söndürə bilməz, çünki o işıq məhz sınaqlardan doğulub. Bugün öz daxili gücünlə fəxr et. Sən fırtınanın özsən, ona görə də fırtınadan qorxmağın mənası yoxdur. Öz qəlbinin dərinliklərinə en və oradakı xəzinəni tap. Dünya sənin dözümünə və sarsılmaz iradənə heyrandır. Sən dəyişdikcə dünya dəyişəcək. Oxatan 16 yanvar günü Oxatan bürcü üçün idrakin yüksəlişi və mənəvi azadlıq enerjisi ilə başlayır. Bugün kainat sizdən gündəlik rutinlərin kənarına çıxmağı və həyata daha geniş perspektivdən baxmağı tələb edir. Səhər saatlarında ayın və Yupiterin yaratdığı harmonik bucaq sizin nikbinliyinizi və özünüzə olan inamınızı pik həddə çatdıracaq.
Oğlak bürcündəki planetar sıxlıq isə sizin ikinci evinizdə maliyyə və dəyərlər yerləşərək xəyallarınızı reallaşdırmaq üçün lazım olan praktiki bazanı təmin edir. Bugün enerjiniz parlaq bir ox kimidir, hədəfiniz uzaq olsa da ona çatmaq üçün kifayət qədər sürətiniz var. Kosmik vibrasiyalar sizə deyir ki, ən böyük səyahətlər bir fikir ilə başlayır. Günorta saatlarında xarici ölkələr, fərqli mədəniyyətlər və ya ali təhsillə bağlı mühüm məlumatlar ala bilərsiniz. Bugün enerjinizi kiçik detallara xərcləməyin, diqqətinizi böyük ideallara yönəldin. Axşam saatlarına doğru daxili bir coşqu və həyatın mənasını yenidən kəşf etməyin verdiyi xoşbəxtlik hissi hakim olacaq. Subay ox atanlar üçün bugün sevgi həyatınızda ortaq vizyon və azadlıq ön plandadır. Sizi sadəcə romantik hisslər deyil, sizinlə birlikdə dünyanı gəzməyə və ya yeni şeylər öyrənməyə hazır olan bir ruh ortağı cəlb edəcək. 16 yanvar enerjisi xarici bir mühitdə, səyahət zamanı və ya elmi bir diskussiya platformasında gözlənilməz bir qarşılaşma vəd edir. Flört edərkən səmimiyyətiniz və yumor hissiniz ən böyük cazibəniz olacaq. Lakin diqqətli olun, azadlıq sevginiz qarşı tərəf tərəfindən maraqsızlıq kimi başa düşülməsin. Evli və ya münasibəti olan ox atanlar üçün münasibətinizdə intellektual paylaşım və gələcək hədəflər günü yaşanacaq. Tərəfdaşınızla birlikdə yeni bir xarici dil öyrənmək, uzaq bir səfər planlaşdırmaq və ya fəlsəfi mövzularda söhbət etmək bağlarınızı inanılmaz dərəcədə gücləndirəcək. Bugün aranızda olan xırda məişət problemlərini böyütməyin, onlara yuxarıdan baxmağı bacarın. Tərəfdaşınızın sizin macəraçı ruhunuza uyğunlaşması üçün ona sahə tanıyın. Birlikdə açıq havada vaxt keçirmək və ya ulduzları izləmək münasibətinizə poetik bir hava qatacaq. Sevgini ifadə etmək üçün bugün birlikdə yeni bir şey kəşf etmək kifayətdir. Sosial həyatınızda ox atanlar bugün ilham verən natiq və vizyoner rolunda çıxış edəcəklər. Dostlarınız sizin enerjinizdən və həyata olan müsbət baxışınızdan ruhlanmaq üçün sizə tərəf çəkiləcəklər. Bir qrup daxilində liderlik edə bilər və ya bir xeyriyyə layihəsinin ideya müəllifi ola bilərsiniz. Sosial çevrənizdə fərqli millətlərdən və ya fərqli baxış bucağına malik maraqlı insanların peyda olması mümkündür. Bu şəxslər sizin dünya görüşünüzü genişləndirəcək. Lakin diqqətli olun, hər kəsə söz verməyə və hər kəsin işinə qaçmağa meyillisiniz, bu da öz planlarınızı axsatmağa səbəb ola bilər. Köhnə bir dostunuzdan gələcək sürpriz mesaj sizi uzaq xatirələrə aparacaq. Axşam saatlarında izdihamlı məclislərdə diqqət mərkəzində olmaqdan həzz alacaqsınız, lakin səmimi və dərin söhbətlər üçün bir neçə yaxın dostla ayrılmaq daha məhsuldar olar. Sizin dürüstlüyünüz bəzən patavatsızlıq kimi qəbul edilə bilər, ona görə də həqiqəti deyərkən biraz diplomatik olun. Karyera sahəsində 16 yanvar ox atanlar üçün yayılma və öyrənmə günüdür. Əgər beynəlxalq əlaqələr, turizm, təhsil və ya hüquq sahəsində çalışırsınızsa, bugün mühüm bir uğur qazana bilərsiniz. Sizin yaradıcı ideyalarınız və risk almaq cəsarətiniz rəhbərliyin diqqətini çəkəcək. İş yerində yeni bir layihənin təqdimatı üçün mükəmməl gündür, sözlərinizlə insanları inandırmaq qabiliyyətiniz zirvədədir. 2026-cı ilin bu günü karyeranızda təhsil və ixtisas artırma günü kimi dəyərləndirilə bilər. Yeni bir kursa yazılmaq və ya mühüm bir sertifikat üçün müraciət etmək gələcək uğurlarınızın təməli olacaq. İş yoldaşlarınızla münasibətdə müəllim rolunu üstlənə bilərsiniz, lakin onlara öyüd nəsihət verərkən təkəbbürlü görünməməyə çalışın. Gələcək hədəfləriniz üçün bugün atacağınız hər addım, oxun hədəfə dəyməsi kimi dəqiq və effektiv olacaq. Peşəkar şansınız bugün sizin cəsarətinizlə düz mütənasibdir. Maliyyə məsələlərində bugün strateji bolluq günü olacaq. Ox atan bürcü olaraq maliyyə məsələlərinə bəzən çox səthi yanaşsanız da, 16 yanvar enerjisi sizi daha ciddi və planlı olmağa sövq edir. Gözlənilməz bir yerdən gəlir əldə etmək və ya bir investisiyanın xeyir gətirməsi mümkündür. Lakin qazandığınız pulu dərhal yeni bir səyahətə və ya bahalı bir hobbiyə xərcləməyə tələsməyin. Xarici valyuta, beynəlxalq bazarlar və ya texnoloji yatırımlarla bağlı mühüm xəbərlər ala bilərsiniz. Bir investisiya təklifi alarsanız, onu dərhal qəbul etmək yerinə məsləhətçi ilə məsləhətləşin. Maddi durumunuzu yaxşılaşdırmaq üçün bilik və bacarıqlarınızı necə pulla sata biləcəyinizi düşünün. Şəxsi büdcənizi idarə edərkən israfçılıqdan qaçın, lakin xəsislik də etməyin. Balans hər şeydir. Sizin maliyyə intuisiyanız bugün uzaq görənliyinizlə birləşərək sizə mənfəətli yollar göstərəcək. Sağlamlıq cəhətdən 16 yanvarda qaraciyər, bud və çanaq nahiyənizə diqqət yetirməlisiniz. Həddindən artıq yağlı qidalardan və spirtli içkilərdən qaçmaq bədəninizi yüngülləşdirəcək.
Psixoloji olaraq qəfəsə salınmış hissi sizi gərginləşdirə bilər, buna görə də təmiz havada uzun yürüyüşlər və ya qaçış etmək enerjinizi balanslaşdıracaq. Oxatanlar üçün hərəkət həm də psixoloji terapiyadır. İdmanla məşğul olmaq daxili sıxıntınızı aradan qaldıracaq. Əgər son vaxtlar özünüzü məqsədsiz hiss edirsinizsə, bugün yeni bir kitab oxumağa başlamaq və ya bir fəlsəfi mühazirə dinləmək zehninizdəki buludları dağıdacaq. Psixoloji hüzurunuz hər zaman öyrənməyə davam etməyinizdən asılıdır. Özünüzü mənəvi cəhətdən güclü hiss etmək üçün meditasiya zamanı uzaq, günəşli bir sahili xəyal etmək sizə inanılmaz bir mənəvi güc bəxş edəcək. Günün məsləhəti: 16 yanvar sizin üçün həqiqəti axtarmaq günüdür. Amma unutmayın ki, həqiqət sadəcə kitablarda deyil, həm də sizin daxili səsinizdədir. Bugün hər hansı bir qərar verməzdən əvvəl özünüzə sual verin: bu addım mənim mənəvi inkişafıma xidmət edirmi? Həyata qarşı olan marağınızı heç vaxt itirməyin. Bəzən ən böyük cavablar ən sadə suallarda gizlənir. Bugün dürüst olun, lakin qəlbinizi də mərhəmətlə doldurun. Motivasiya: sən kainatın əbədi yolçusan. Sənin üçün sərhədlər sadəcə xəritədədir, ruhunda deyil. Bugün daxilindəki o sönməz odu alovlandır və öz işığınla başqalarının yolunu aydınlat. Sən bir oxatan olaraq hər zaman hədəfdən uzağı görmək üçün doğulmusan. Öz oxuna və yayına güvən, çünki sənin hədəfin sadəcə uğur deyil, həm də müdriklikdir. Dünya sənin cəsarətinə və böyük ürəyinə heyran qalacaq. İrəli bax, günəş sənin tərəfindədir. Oğlaq. 16 yanvar günü Oğlaq bürcü üçün şəxsi suverenlik və təməl qurmaq enerjisi ilə başlayır. Bugün kainatın mərkəzində olduğunuzu hiss edəcəksiniz. Bürcünüzdə hərəkət edən planetlərin konsentrasiyası sizə fövqəladə bir iradə gücü və soyuqqanlılıq bəxş edir. Səhər saatlarında Ayın və Saturnun idarəçiniz yaratdığı ciddi bucaq sizə zamanın ağası olduğunuzu xatırladır. Tələsmədən, lakin qətiyyətlə hərəkət edəcəksiniz. Enerjiniz bugün dağ zirvəsinə doğru irəliləyən alpinist kimidir. Hər addımınız hesablanmış və sarsılmazdır. Kosmik vibrasiyalar sizə deyir ki, illərdir çəkdiyiniz zəhmətin meyvələri artıq yetişməkdədir. Günorta saatlarında ətrafınızdakı insanların xaotik hərəkətləri sizi bir qədər təəccübləndirə bilər, lakin sizin daxili nizamınız hər hansı bir sarsıntının qarşısını alacaq. Bugün diqqət mərkəzində olmaqdan qaçmayın, çünki sizin avtoritetinizə ehtiyac var. Axşam saatlarına doğru mühüm bir məsuliyyəti uğurla tamamlamağın verdiyi dərin daxili rahatlıq hissi hakim olacaq. Subay Oğlaqlar üçün bugün sevgi həyatınızdadır. Sadiqlik və perspektiv ön plandadır. Sizi keçici hisslər və ya boş vədlər deyil, real həyat planları olan, ayaqları yerə möhkəm basan insanlar cəlb edəcək. 16 yanvar enerjisi köhnə bir tanışın sizin gözünüzdə tamamilə fərqli və ciddi bir status almasına səbəb ola bilər. Əgər birindən xoşunuz gəlirsə, hisslərinizi deyil, gələcəyə baxışınızı bölüşmək daha təsirli olacaq. Sizin ciddiliyiniz bugün qarşı tərəf üçün ən böyük cazibə mərkəzidir. Evli və ya münasibəti olan Oğlaqlar üçün münasibətinizdə birgə infrastruktur quruculuğu günü yaşanacaq. Tərəfdaşınızla gələcək ev planları, ailə büdcəsinin idarə edilməsi və ya uzun müddətli ailə hədəfləri haqqında mühüm qərarlar ala bilərsiniz. Bugün münasibətdə romantikadan çox bir-birinizə olan etibar və dəstək ön plandadır. Tərəfdaşınız sizin sarsılmaz duruşunuzdan güc alacaq. Birlikdə köhnə ailə ənənələrini canlandırmaq və ya valideynlərlə vaxt keçirmək bağlarınızı daha da dərinləşdirəcək. Sevgini ifadə etmək üçün bugün sadəcə mən buradayam və yanındayam deməyiniz kifayətdir. Sosial həyatınızda Oğlaqlar bugün ağsaqqal və müdrik məsləhətçi rolunda çıxış edəcəklər. Dostlarınız sizin təcrübənizə və hadisələrə obyektiv baxışınıza müraciət edəcəklər. Siz bugün lazımsız səs-küydən uzaq durub, yalnız seçilmiş və sizə mənəvi yük olmayan insanlarla vaxt keçirməyə üstünlük verəcəksiniz. Sosial çevrənizdə nüfuzlu və yaşca sizdən böyük insanların dəstəyini hiss edə bilərsiniz. Bu tanışlıqlar gələcəkdə sizin sosial statusunuzun artmasına xidmət edəcək. Lakin diqqətli olun, öz standartlarınızı başqalarına tətbiq edərkən çox sərt görünə bilərsiniz. Köhnə bir dostunuzun mühüm uğur xəbərini eşitmək sizi sevindirəcək. Axşam saatlarında izdihamlı məkanlarda olmaq yerinə köklü keçmiş olan bir dostla klassik bir mühitdə söhbət etmək ruhunuzu dincəldəcək. Sizin sadiqliyiniz bugün dostluq sınaqlarından uğurla keçəcək. Karyera sahəsində 16 yanvar Oğlaqlar üçün zirvəyə iddia günüdür. Əgər idarə etmə, tikinti, dövlət strukturları və ya maliyyə sahəsində çalışırsınızsa, bugün mühüm bir vəzifə artımı və ya nüfuzlu bir layihənin rəhbərliyi sizə həvalə oluna bilər.
Sizin təşkilatçılıq qabiliyyətiniz və çətin anlarda göstərdiyiniz soyuqqanlılıq rəhbərliyin ən çox ehtiyac duyduğu şeydir. 2026-cı ilin bu günü karyeranızda peşəkar ustadlıq günü kimi yadda qalacaq. Strateji sənədlərin imzalanması və ya uzun müddətli biznes planların təsdiqi üçün mükəmməl gündür. İş yoldaşlarınız arasında intizamın qarantı olacaqsınız, lakin onlara qarşı biraz daha təşviq edici olmağa çalışın. Gələcək hədəfləriniz üçün bugün atacağınız hər addım, bir binanın möhkəm təməli kimi illərlə sizə xidmət edəcək. Peşəkar şöhrətiniz bugün sizin ən böyük kapitalınızdır. Maliyyə məsələlərində bugün uzun müddətli təhlükəsizlik günü olacaq. Oğlaq bürcü olaraq pulun qədrini ən yaxşı siz bilirsiniz və 16 yanvar enerjisi bu bacarığınızı daha da itiləşdirir. Daşınmaz əmlak, torpaq və ya qızıl kimi klassik investisiyalarla bağlı mühüm fürsətlər qarşınıza çıxa bilər. Gözlənilməz bir xərc çıxsa belə, sizin qara gün üçün ayırdığınız ehtiyatlar sayəsində bu vəziyyətdən zərər görmədən çıxacaqsınız. İmpulsiv alış-veriş sizin lüğətinizdə yoxdur, bugün isə qənaətçiliyiniz ətrafdakılar üçün nümunə olacaq. Maddi durumunuzu yaxşılaşdırmaq üçün yeni bir sistem qurmaq və ya gəlirlərinizi optimallaşdırmaq üçün ulduzlar sizi dəstəkləyir. Əgər bir investisiya planınız varsa, bugün bazarı son dəfə təhlil edib qərar vermək üçün idealdır. Sizin maliyyə intizamınız gələcək imperiyanızın ilk kərpicidir. Sağlamlıq cəhətdən 16 yanvarda sümüklər, oynaqlar, xüsusilə dizlər və dişlərinizə diqqət yetirməlisiniz. Kalsiyum tərkibli qidalar qəbul etmək və onurğanıza yük salmamaq vacibdir. Psixoloji olaraq hər şeyi mən etməliyəm hissi sizə ağır bir yük kimi görünə bilər, buna görə də məsuliyyətləri bölüşməyi öyrənməlisiniz. Oğlaqlar üçün sükut ən yaxşı dərmandır. Tənhalıqda düşünmək və ya dağlıq bir ərazidə yürüyüş etmək sinir sisteminizi möhkəmləndirəcək. Əgər son vaxtlar özünüzü çox ciddi və gərgin hiss edirsinizsə, bugün biraz yumor və ya klassik musiqi dinləmək zehninizdəki sərhədləri yumşaldacaq. Psixoloji hüzurunuz hədəflərinizə nə qədər yaxın olduğunuzu hiss etmənizdən asılıdır. Özünüzü mənəvi cəhətdən güclü hiss etmək üçün keçmiş uğurlarınızı xatırladan bir əşyaya baxmaq sizə inanılmaz bir motivasiya verəcək. Günün məsləhəti 16 yanvar sizin üçün özünə təşəkkür etmək günüdür. Həmişə daha çoxuna can atırsınız, lakin bugün bir anlıq durun və bura qədər gəldiyiniz yolun çətinliyini və qazandığınız zəfərləri qiymətləndirin. Hər kəsi idarə edə bilməzsiniz, bəzən həyatın axınına buraxmaq ən böyük idarə etmə növüdür. Bugün sərtliyinizi mehribanlıqla, ciddiliyinizi isə təbəssümlə birləşdirin. Əsl güc sındırmaqda deyil, əyilmədən dözməkdədir. Motivasiya, sən zamanın sınağından keçmiş bir qalasan. Heç bir fırtına sənin təməllərini sarsıda bilməz, çünki sən çətinliklərdən güc alaraq böyümüsən. Bugün öz zirvəndə dur və gələcəyə inamla bax. Sən bir oğlak olaraq gec-tez istədiyin yerə çatacaqsan, çünki sənin səbrin kainatın ən böyük gücüdür. Öz zəhmətinlə fəxr et, çünki sən sadəcə xəyal etmirsən, sən qurursan. Dünya sənin əzminə və ləyaqətinə baş əyəcək. İrəli bax, zirvə səni gözləyir. Dolça 16 yanvar günü Dolça bürcü üçün intellektual oyanış və sosial transformasiya enerjisi ilə başlayır. Bugün kainat sizdən alışılmış qəlibləri sındırmağı və dünyaya fərqli bir pəncərədən baxmağı tələb edir. Səhər saatlarında ayın Dolça bürcünə keçidi ilə daxili bir müstəqillik coşqusu hiss edəcəksiniz, sanki heç bir qayda və ya məhdudiyyət sizin ruhunuzu zəncirləyə bilməz. Enerjiniz bugün elektrik yükü kimidir, parlaq, sürətli və hər an yeni bir kəşfə hazır. Oğlaq bürcündəki planetar sıxlıq sizin 12-ci evinizdə şuuraltı olduğu üçün bu yenilikçi fikirləri hələ ki daxilinizdə bişirmək və gizli saxlamalı olduğunuzu xatırladır. Kosmik vibrasiyalar sizə deyir ki, ən böyük dəyişikliklər əvvəlcə zehnin dərinliklərində başlayır. Günorta saatlarında texnoloji yeniliklər və ya elmi bir mövzu ilə bağlı mühüm bir məlumat ala bilərsiniz. Bugün kütlələrdən ayrılmaqdan qorxmayın, çünki sizin orijinallığınız bugün ən böyük gücünüzdür. Axşam saatlarına doğru humanitar bir məqsədə xidmət etməyin verdiyi mənəvi ucalıq hissi hakim olacaq. Subay Dolçalar üçün bugün sevgi həyatınızda intellektual bağ və sıradan olmayan tanışlıqlar ön plandadır. Sizi standart romantik cümlələr deyil, qeyri-adi hobbiləri və cəsarətli fikirləri olan insanlar cəlb edəcək. 16 yanvar enerjisi sosial şəbəkələrdə bir kiber məkanda və ya elmi konfransda gözlənilməz bir ruh əksi ilə qarşılaşma vəd edir. Sizin yad planetli cazibəniz bugün bir çoxlarının marağına səbəb olacaq.
Lakin hisslərinizi məntiq süzgəcindən keçirmədən qərar verməyin. Evli və ya münasibəti olan dolçalar üçün münasibətinizdə dostluq təməlli sevgi və şəxsi azadlıqlara hörmət günü yaşanacaq. Tərəfdaşınızla birgə yeni bir texnoloji gadjet almaq, sosial bir layihədə iştirak etmək və ya gələcəyin dünyasından danışmaq bağlarınızı inanılmaz dərəcədə gücləndirəcək. Bugün münasibətdə emosional boğulmalara dözümünüz azalacaq, tərəfdaşınıza sizə biraz məkan verməsinin vacibliyini diplomatik dillə izah edin. Birlikdə fərqli bir kafelə getmək və ya evdə futuristik bir film izləmək münasibətinizə təravət gətirəcək. Sevgini ifadə etmək üçün bugün onun ən çılğın ideyasına dəstək verməyiniz kifayətdir. Sosial həyatınızda dolçalar bugün fəal vətəndaş və sosial islahatçı rolunda çıxış edəcəklər. Dostlarınız sizin fərqli baxış bucağınıza və cəmiyyətin problemlərinə olan həssaslığınıza heyran qalacaqlar. Bir qrup daxilində ideya lideri ola bilər və ya yeni bir onlayn icma yarada bilərsiniz. Sosial çevrənizdə dahi sayılacaq qədər ağıllı və ya çox eksentrik insanların peyda olması mümkündür. Bu şəxslər sizin gələcək layihələriniz üçün ilham mənbəyi olacaq. Lakin diqqətli olun, hər kəsin fikrinə hörmət edərkən öz dəyərlərinizi qurban verməyin. Köhnə bir həmkarınızdan gələcək maraqlı bir təklif sizi sosial layihələrə cəlb edə bilər. Axşam saatlarında dostlarla beyin həmləsi, brainstorming etmək sizə böyük intellektual həzz verəcək. Sizin obyektivliyiniz bugün dostluq münasibətlərindəki qərəzləri aradan qaldıracaq. Karyera sahəsində 16 yanvar dolçalar üçün innovasiya və rəqəmsallaşma günüdür. Əgər mühəndislik, aviasiya və ya media sahəsində çalışırsınızsa, bugün mühüm bir ixtira edə və ya iş prosesini sürətləndirən yeni bir metod təklif edə bilərsiniz. Sizin kreativliyiniz və köhnəlmiş sistemlərə qarşı çıxmağınız rəhbərliyin həm təəccübünə, həm də rəğbətinə səbəb olacaq. 2026-cı ilin bugünü karyeranızda texnoloji sıçrayış günü kimi yadda qalacaq. Uzaqdan işləmək və ya freelance layihələrə başlamaq üçün mükəmməl gündür. İş yoldaşlarınızla münasibətdə iyerarxiyadan çox bərabərlik prinsipinə üstünlük verəcəksiniz. Gələcək hədəfləriniz üçün bugün atacağınız hər addım bir sistemin yenilənməsi, update kimi effektiv olacaq. Peşəkar şansınız bugün sizin orijinallığınızla düz mütənasibdir. Maliyyə məsələlərində bugün alternativ qazanc günü olacaq. Dolça bürcü olaraq maliyyə məsələlərinə bəzən çox fərqli yanaşırsınız və 16 yanvar enerjisi sizi kriptovalyuta, startaplar və ya onlayn platformalardan gəlir əldə etməyə sövq edir. Gözlənilməz bir yerdən, bəlkə də bir patentdən və ya onlayn satışdan kiçik bir gəlir əldə etmək mümkündür. Lakin qazandığınız pulu dərhal ən son model texnoloji bir oyuncağa xərcləməyə tələsməyin. Elektron bankçılıq və ya rəqəmsal pul kisələri ilə bağlı mühüm bir xəbər ala bilərsiniz. Bir investisiya təklifi alarsanız, onun gələcək perspektivini mütəxəssislə müzakirə edin. Maddi durumunuzu yaxşılaşdırmaq üçün intellektual mülkiyyətinizi necə qoruya biləcəyinizi düşünün. Şəxsi büdcənizi idarə edərkən xaotiklikdən qaçın, rəqəmsal cədvəllərdən istifadə edin. Sizin maliyyə intuisiyanız bugün uzaqgörənliyinizlə birləşərək sizə mənfəətli, lakin riskli olmayan yollar göstərəcək. Sağlamlıq cəhətdən 16 yanvarda topuqlar, ayaq biləkləri və qan dövranınıza diqqət yetirməlisiniz. Oturaq iş şəraitindəsinizsə, qan dövranını sürətləndirən hərəkətlər etmək vacibdir. Psixoloji olaraq anlaşılmamaq hissi sizi bir qədər tənhalığa sövq edə bilər, buna görə də özünüz kimi düşünən icmalarda vaxt keçirmək enerjinizi balanslaşdıracaq. Dolçalar üçün intellektual fır. Yeni bir elmi məqalə oxumaq daxili gərginliyinizi aradan qaldıracaq. Əgər son vaxtlar özünüzü çox gərgin hiss edirsinizsə, bugün biraz astroloji araşdırma və ya astronomiya ilə maraqlanmaq zehninizdəki buludları dağıdacaq. Psixoloji hüzurunuz azad olduğunuzu hiss etmənizdən asılıdır. Özünüzü mənəvi cəhətdən güclü hiss etmək üçün kosmosun sonsuzluğunu xatırladan bir şəklə baxmaq sizə inanılmaz bir perspektiv bəxş edəcək. Günün məsləhəti, 16 yanvar sizin üçün özünə sadiq qalmaq günüdür. Həmişə başqalarından fərqli olduğunuz üçün özünüzü mühakimə etməyin, məhz o fərqlilik sizin ən böyük töhfənizdir. Bugün hər hansı bir qərar verməzdən əvvəl özünüzə sual verin. Bu addım mənim azadlığıma xidmət edirmi? Dünyanı dəyişmək üçün əvvəlcə özünüzü olduğunuz kimi qəbul edin. Bugün obyektiv olun, lakin qəlbinizi də insan sevgisi ilə doldurun. Motivasiya, sən gələcəkdən gələn bir elçisən. Sənin üçün imkansız sadəcə hələ tapılmamış bir həldir. Bugün daxilindəki o inqilabi ruhu alovlandır və öz ideyalarınla dünyanı işıqlandır. Sən bir dolça olaraq hər zaman zamanın fövqündə durmaq üçün doğulmusan.
Öz zekana və intuisiyana güvən, çünki sənin hədəfin sadəcə uğur deyil, həm də tərəqqidir. Dünya sənin cəsarətinə və qeyri-adi zekana heyran qalacaq. İrəli bax, gələcək sənin əllərindədir. Balıqlar. 16 yanvar günü Balıqlar bürcü üçün şuuraltı oyanış və ruhun auditiv enerjisi ilə başlayır. Bugün kainat sizdən xarici dünyanın səs-küyünü azaldıb, daxili sükutunuza qulaq asmağı tələb edir. Səhər saatlarında ayın və Neptunun yaratdığı həssas bucaq sizin intuisiyanızı bir rentgen şüası qədər kəskinləşdirəcək. İnsanların sözlərindən çox onların enerjilərini oxuyacaqsınız. Enerjiniz bugün sakit bir okean kimidir. Üzdə dinc görünsəniz də dərinliklərdə böyük bir emosional hərəkətlilik var. Oğlak bürcündəki planetar sıxlıq sizin 11-ci evinizdə sosial ümidlər yerləşərək, xəyallarınızı gerçəkliyə çevirmək üçün sizə lazım olan struktur və intizamı təmin edir. Kosmik vibrasiyalar sizə deyir ki, ən böyük möcüzələr onlara inanan və onlar üçün hazırlıq görən ruhlar üçün baş verir. Günorta saatlarında təsadüfi görünən bir qarşılaşma və ya bir işarə sizə uzun müddətdir axtardığınız cavabı verə bilər. Axşam saatlarına doğru kainatla tam bir vəhdət və ilahi bir qorunma hissi hakim olacaq. Subay balıqlar üçün bugün sevgi həyatınızda platonik hisslər və ruhsal cazibə ön plandadır. Sizi sadəcə fiziki görünüş deyil, bir baxışda ruhunuzun dərinliklərinə toxuna bilən sükut cəlb edəcək. 16 yanvar enerjisi köhnə bir sevginin mənəvi dərslərini tamamlamaq və yeni, daha saf bir başlanğıca yer açmaq üçün idealdır. Ola bilsin ki, xəyallarınızdakı insana bənzəyən biri ilə sənət mühitində və ya su kənarında rastlaşasınız. Sizin sirli və şəfqətli auranız bugün qarşı tərəfi bir maqnit kimi çəkəcək. Evli və ya münasibəti olan balıqlar üçün münasibətinizdə fədakarlıq və şərtsiz sevgi günü yaşanacaq. Tərəfdaşınızla aranızda sözlərə ehtiyac duymadan bir-birinizi anlamaq qabiliyyəti artacaq. Bugün birlikdə meditasiya etmək, xeyriyyəçiliklə məşğul olmaq və ya sadəcə musiqi dinləmək bağlarınızı mənəvi bir səviyyəyə qaldıracaq. Tərəfdaşınızın çətin bir anında ona göstərəcəyiniz empatiya münasibətinizdəki bütün köhnə yaraları sağaldacaq. Sevgini ifadə etmək üçün bugün sadəcə onun gözlərinin içinə dərin bir sevgi ilə baxmağınız kifayətdir. Sosial həyatınızda balıqlar bugün emosional sığınacaq və şəfa verən dost rolunda çıxış edəcəklər. Dostlarınız öz dərdlərini bölüşmək və sizin sakitləşdirici enerjinizdən faydalanmaq üçün sizə müraciət edəcəklər. Siz bugün insanların daxili ağrılarını hiss edib, onlara müdrik bir məsləhətlə kömək edə bilərsiniz. Sosial çevrənizdə yaradıcı, sənətkar və ya mənəviyyatla maraqlanan yeni insanların peyda olması mümkündür. Lakin diqqətli olun, emosional süngər kimi başqalarının negativini özünüzə çəkməyin. Özünüzü qorumaq üçün vizualizasiya məşqlərindən istifadə edin. Köhnə bir dostunuzun sizə ehtiyacı olduğunu hiss edib ona zəng etməniz aranızdakı dostluğu yenidən alovlandıracaq. Axşam saatlarında səs-küylü məclislərdən qaçıb, yalnız ən yaxın hesab etdiyiniz bir-iki nəfərlə dərin, mənalı söhbətlər etmək ruhunuzu təzələyəcək. Karyera sahəsində 16 yanvar balıqlar üçün təxəyyülün maddiləşməsi günüdür. Əgər incəsənət, psixologiya, dənizçilik və ya yardım təşkilatları sahəsində çalışırsınızsa, bugün inanılmaz bir yaradıcılıq partlayışı yaşaya bilərsiniz. Sizin intuisiyanız iş yerindəki gərginlikləri öncədən hiss edib, onlardan yayınmağınıza kömək edəcək. 2026-cı ilin bugünü karyeranızda pərdəarxası uğur günü kimi yadda qalacaq. Rəhbərlik sizin fədakarlığınızı və işə qatdığınız estetik dəyəri yüksək qiymətləndirəcək. İş yoldaşlarınızla münasibətdə rəqabətdən uzaq, dəstəkləyici bir mövqe tutacaqsınız. Gələcək hədəfləriniz üçün bugün atacağınız hər addım, bir rəssamın kətan üzərinə vurduğu ilk fırça zərbəsi kimi ilhamlı və vacib olacaq. Peşəkar şansınız bugün sizin daxili hüzurunuzla düz mütənasibdir. Maliyyə məsələlərində bugün intuitiv idarə etmək günü olacaq. Balıqlar bürcü olaraq maddi dünyaya bəzən çox uzaq qalsanız da, 16 yanvar enerjisi sizi pulla olan münasibətlərinizi mənəvi bir tərəziyə qoymağa sövq edir. Gözlənilməz bir yerdən, bəlkə köhnə bir işdən və ya ailə mirasından, xırda bir gəlir əldə etmək mümkündür. Lakin pul məsələlərində çox xəyalpərəst olmayın, xüsusilə tanımadığınız insanlara borc verməkdən qaçın. Xeyriyyə işlərinə xərclədiyiniz hər bir qəpiyin sizə bərəkət olaraq qayıdacağına inanın. Bir investisiya təklifi alarsanız, rəqəmlərdən çox daxili səsinizə hər yoxsa yox qulaq asın. Maddi durumunuzu yaxşılaşdırmaq üçün yaradıcı qabiliyyətlərinizi necə qazanca çevirə biləcəyinizi düşünün. Şəxsi büdcənizi idarə edərkən kağız qələmdən çox intuisiyanıza güvənin, lakin realist olmağı da unutmayın.
Sizin maliyyə bərəkətiniz bugün göstərəcəyiniz səxavətlə bağlıdır. Sağlamlıq cəhətdən 16 yanvarda ayaq pəncələri, limfa sistemi və yuxu rejiminə diqqət yetirməlisiniz. Bədəndəki ödəmi atmaq üçün bitki çayları içmək və duz qəbulunu azaltmaq vacibdir. Psixoloji olaraq dünyadan qaçmaq istəyi sizi melanxoliyaya sala bilər, buna görə də su ilə təmasda olmaq, uzun bir vanna və ya dəniz kənarında gəzinti enerjinizi təmizləyəcək. Balıqlar üçün incəsənət həm də psixoloji terapiyadır. Rəsm çəkmək və ya şeir yazmaq daxili gərginliyinizi aradan qaldıracaq. Əgər son vaxtlar özünüzü çox yorğun hiss edirsinizsə, bugün biraz mənəvi kitablar oxumaq və ya dua etmək zehninizdəki buludları dağıdacaq. Psixoloji hüzurunuz kainatla rabitədə olduğunuzu hiss etmənizdən asılıdır. Özünüzü mənəvi cəhətdən güclü hiss etmək üçün yuxularınızı qeyd etmək sizə inanılmaz bir bəsirət bəxş edəcək. Günün məsləhəti: 16 yanvar sizin üçün axınla getmək günüdür. Hadisələri zorlamayın, çünki su hər zaman öz yolunu tapır. Bugün hər hansı bir qərar verməzdən əvvəl bir anlıq gözlərinizi yumun və ürəyinizin döyüntüsünü dinləyin. Hər kəsi xilas edə bilməzsiniz, bəzən ən böyük yardım sadəcə dua etməkdir. Bugün dözümlü olun, lakin öz sərhədlərinizi də şəffaf bir qalxanla qoruyun. Motivasiya: sən kainatın ən dərin və ən sirli bürcüsən. Sənin qəlbin bir okean qədər böyükdür və bütün dünyanın ağrısını sağaltmaq gücünə malikdir. Bugün daxilindəki o ilahi işığı alovlandır və öz şəfqətinlə dünyanı isid. Sən bir balıq olaraq hər zaman görünməyəni görmək üçün doğulmusan. Öz hisslərinə və yuxularına güvən, çünki sənin hədəfin sadəcə dünya uğuru deyil, həm də ruhsal yüksəlişdir. Dünya sənin zərifliyinə və böyük mərhəmətinə möhtacdır. İrəli bax, ulduzlar sənin üçün parıldayır.